Aktual gündəm efirdədir, vaxtınız xeyir. Azərbaycanda Wikipedia məsələsi yenidən gündəmə gəlib. Əslində, informasiya texnologiyaları dövründə sözsüz ki, dünən də Azərbaycan prezidentinin keçirdiyi müşavirədə bir daha rəqəmsallaşma, süni intellekt və bunun siyasi, inzibati tərəfləri müzakirə olundu. Amma bütün bunlarla bərabər dəfələrlə Azərbaycan prezidenti də, eləcə də Azərbaycanın dövlət qurumları da Azərbaycanın tarixinin, mədəniyyətinin, milli mənəvi dəyərlərinin rəqəmsal təqdimatına və mühafizəsinə, çünki bu bir immunitet olmalıdır, rəqəmsal immunitetimiz formalaşmalıdır. Biz bu qorumalıyıq rəqəmsal təcavüzdən, çünki həm də indi o dövrdür. Wikipedia xüsusi önəm daşıyan bir sahədir. Yəni, açıq olan, tez başa gələn, asan başa gələn, həm məlumat yerləşdirmək, həm də məlumat almaq bir mənbəyi kimi çıxış edir. Və dünyanın hər bir yerində Wikipedia əsas mənbə kimi çıxış etməklə bərabər istinad yeri olur. Azərbaycanla bağlı olan məqalələrdə çox ciddi problemlərin olduğunu dəfələrlə qeyd etmişdik. Və bu məsələ Milli Məclisdə də səsləndi. Hörmətli Milli Məclisin deputatı Hikmət Babaoğlu 20 yanvarla bağlı bir konkret nümunəni göstərdi. Bizim də nümunələrimiz var. Biz də o nümunələri göstərəcəyik ki, Azərbaycan Wikipediyasında, daha dəqiqdirsə Wikipediyanın Azərbaycan dilində olanda nə baş verir? Bunu kimlər edir? Hansı məqsədlə edir? Bu bir başqa sualdır. Amma bu prosesin qarşısını almaq üçün nə etməliyik? Bu artıq başqa bir sualdır. Və çox maraqlı və unikal bir məsələdir. Hörmətli Hikmət müəllim buradadır, Hikmət Babaoğlu. Hikmət müəllim, verilişin əvvəlində mən istəyirəm sizinlə bir diyaloq quraq. Azərbaycan Milli Elmlər Akademiyası deyilən bir qurum var. Mən də bu qurum haqqında məlumatım var. Amma Azərbaycan Milli Elmlər Akademiyasının mətbuata cavabdeh şəxsi nə telefondan istifadə edə bilir, söhbət həm köhnə şəhər telefonu dediyimiz telefondan, nə də indiki mobil telefondan, nə də ki, ümumiyyətlə kontakta girir və mətbuata lazım olan suallara, yaxud da nümayəndənin ayrılmasına heç bir rol oynamır və yaxud da iştirak eləmir. Üstəlik, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Mərkəzi Elmi Kitabxanada bu işə məsul şəxsə, vəzifəsinin də adı elədir, müraciət edəndə dedi ki, mən hara, bu sahə hara. Yəni, niyə o vəzifədə də onu da bilmir çox güman ki. Mətbuat xidmətinə müraciət etdik. O da dedi ki, Milli Elmlər Akademiyasının mətbuat xidməti buna görə bizə icazə verməlidir ki, biz gedək o verilişə. Amma dediyim kimi, Milli Elmlər Akademiyasının mətbuat xidmətinin çox ciddi işləri var ki, telefona cavab verə bilmir. Amma müzakirələr keçirdirlər Wikipedia ilə bağlı. Bir-birinə diplom verirlər, bir-birinə mükafat verirlər. Və Akademiyanın prezidentinin məsələlərə münasibəti necədirsə, onun işçilərinin də məsələlərə münasibəti belədir. Mən bunu gördüm, bu aydın oldu. Və çox təəssüf hissinlə qeyd etməliyəm ki, biz bu verilişdə Azərbaycan ensiklopediyasından da nümayəndə görmək istəyirdik. Çünki bizim bir alternativ ensiklopediyamız var və orada daha dəqiq, təfərrüatlı məlumatlar var və onun elektron həyatını görmək istəyirdik. Dedilər, bizim başımız çox qarışıqdır. Nəyə sualı var? Və bu sualın cavabını gözləyəcəyik biz. Görəsən Azərbaycan ensiklopediyasının nəşriyyatında olan, redaksiyasında olan şəxslərin hamısının başı qarışıqdır və nəyə qarışıqdır ki, onlar Azərbaycan üçün önəmli olan bu məsələyə və parlamentdə səslənən bir Milli Məclisin deputatının səsləndirdiyi məsələyə bir aydınlıq gətirmək prosesində iştirak etmək istəmədilər. Nə yaxşı ki, Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan elmində bir neçə şəxs var ki, biz onun üzərində ən azından ayaq üstə dura bilirik. Bunlardan biri İnformasiya Texnologiyaları İnstitutu və onun direktorudur, hörmətli Rasim müəllimdir ki, dərhal özü cavab verdi, reaksiya verdi və mən dedim ki, İradə xanımın yeri gəlmişkən İradə xanım da studiyada da Azərbaycanda yeganə alimdir ki, Wikipedia sahəsində ilk tədqiqat işini aparıb və müdafiə edibdir. Mən xahiş edirəm ki, o gəlsin və anında cavab oldu. Və nə yaxşı ki, Azərbaycanda Tarix İnstitutunda Kərim müəllim var, Kərim Şükürov var. Lazım olan bizə məlumatları anında özü şəxsən verir. Bax, bu fərqli ikili standartlar var. Biz birinci bunlara qarşı mübarizə aparmalıyıq. Sonra başqa məsələlərə keçməliyik. Niyə Mərkəzi Elmi Kitabxana? Çünki həmən Mərkəzi Elmi Kitabxanada Wikipedia ilə bağlı şəxslər ayrıldı. Dövlət bu məsələyə nəzarət üçün müxtəlif məqalələrin yaranması üçün təşəbbüslər göstərdi və orada kurslar təşkil olunur.
Amma orada nə ilə məşğul olduqlarını bunu da açıqlayacaq. Qonaqları təqdim edin və müzakirəmizə başlayaq. Hikmət Babaoğlu Milli Məclisinin deputatı, Elçin Mirzəbəyli Milli Məclisinin deputatı, İradə xanım Ələkbərova, texnika üzrə fəlsəfə doktoru, İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi və Zoom bağlantımızda Elçin Quliyev, Wikipedia könüllüsü. Xoş gördük sizin hamınızı. Elçin müəllim üzrlü sayın, amma Hikmət müəllimlə dialoqumuzun əsəbi olmasının kökündə oturur ki, Hikmət müəllim çox vacib məsələyə toxunub, amma bu aşları buğlanan biganələrin həqiqətən məsələyə münasibəti hamımızda qərəz doğurur. İcazə verin, Hikmət müəllim, siz 20 yanvarla bağlı məsələyə toxundunuz. Ondan qabaqki verilişdə siz Azərbaycan sözü, Azərbaycan xalqı, eləcə də Elçin müəllim Azərbaycanla bağlı çox gözəl bir status yazmışdı. Təəssüf ki, o verilişdə iştirak edə bilmədiniz. Amma statusunuz çox möhtəşəm idi, yanaşmanız da çox möhtəşəm idi. Çox istəyirdim burada səslənsin o fikir, amma fərqi yoxdur. Hər halda sosial mediada bu səsləndi, yetərlidir. Biz sizə, yəni etibar edirik də hər ikinizə. Mən bilirəm ki, siz düz demiş olarsınız, yəqin. Amma Wikipedia ayrı şey deyir. Azərbaycan adlı məqalə var. Məqalənin adı belədir. Azərbaycan tarixi ərazi Wikipediadan götürülübdür. Uzun uzadı yazışmalarla bərabər belə bir fikir var ki, bəzi qrupların iddiasına görə Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adı daşımayıb. Daim Aran adını daşıyıb. Nöqtə. Azərbaycan adı bölgəyə ilk dəfə 18-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti qurulanda Azərbaycanın milli hökuməti tərəfindən siyasi məqsədlərlə İrana təcavüz etmək məqsədi ilə verilmişdir. İranın narrativi olduğu kimi bəli, bilirəm, məlumatım. Azərbaycan dilində Wikipedia. Bəni bir də deyək. Azərbaycan dilində Wikipediada belə yazılır. Belə yazılıb, bəli. Ardından Azərbaycanlılarla bağlı məqalə var. Bizim etnogenizmiz, kimik və s. çox maraqlı. Bizim mitoxondral genlərimizdən yazaraq yazır ki, ötürülən irslik daşıyıcıları göstərir ki, ermənilər və Azərbaycanlılar fərqli dillərdə danışan digər Qafqaz və İran xalqlarına daha yaxın qohumdular. Qohum xalqların dil fərqliyi olduğu üçün bu məlumatlar Azərbaycan və erməni dillərinin mənşəyini izah etməyə qadir deyil. İran alimləri tərəfindən aparılmış araşdırmalar nəticəsində türk dilinin yayılmasına səbəb olan əsas amilin siyasi elitaya məxsus az sayda kişilər olduğunu göstərir. Hansılar ki, populyarlaşanda çox az genetik iz qoymuşdular. Tamamen İqrar Əliyevin tarix konsepsiyası. Biz, yəni, onu mən başa düşmürəm. Bu az iz qoyublarsa, burada nə bu qədər türk var? Tək İqrar Əliyev Və deyil. Yəni, mən hamısını çap eləmədim, kağıza qənaət eləmək üçün çap eləmədim. Ekranda gedəcək yazılar, əsl təxribatlar, sünik, erməni təbliğatı, fars təbliğatı, söhbət fars şovinist təbliğatından gedir və daha dəhşətli bir şeylər. Gələk Hikmət müəllim, 20 yanvar məsələsi və sizin münasibətinizi oradan başlayaq. Buyurun. Çox təşəkkür edirəm ki, mənim çıxışıma bu qədər diqqət göstərmişsiniz. Bu əslində sizin üçün, mənim üçün yox, xalqımız üçün lazım olan aktual bir mövzudur. Nəticə etibarilə bizim suverenliyimiz təhdid olunur. Suverenlik, ondan sonra müstəqillik, ərazi bütövlük, ilk növbədə milli idraki kontekstdə dərk edilən hadisə olmalıdır ki, sonra onu biz hüquqi müstəviyə proyeksiya edək. Yəni, bəzən biz deyirik ki, suverenlik hüquqi termindir, ondan sonra ərazi bütövlüyü hüquqi termindir və s. Amma bunun daşıyıcıları, bu suverenliyi təmin edən kimdir? O xalq ki, bunun dövlətini qurur, onun suveren hüquqlarını təyin edir. Onların düşüncəsində suverenlik olmalıdır. Onların düşüncəsində, tarixi təfəkküründə nəyin nə olduğu haqqında aydın təsəvvürlər olmalıdır. Ona görə mən bu məsələni qaldırdım. Çünki biz beynəlxalq konvensiyaya qoşulurduq. Milli Məclisdə müzakirə olunan məsələ bundan ibarət idi. Demək ki, cinayətkarlığa qarşı mübarizə ilə bağlı orada suverenliyə vurğu edilirdi. Akademiyada çox gözəl alimlərimiz var. Akademiya, Milli Elmlər Akademiyası çox böyük işlər görübdür. Hazırda İsa müəllim çox böyük işlər görür. Yaxşı alimlərimiz var akademiyada. Amma məsələyə belə baxaq. Bizim mövzumuz nə dərəcədə akademiyanın fəaliyyətindən məhdudlaşdırıla bilər sadəcə? Söhbət çünki kontent yaratmaqdan gedir Google-da, Wikipediada. Buna məsul şəxslər kimdir? Onlarda şöbələr var, iclaslar eləyirlər bu mövzuda. Və onların təminatı nədir, nə dərəcədədir? Ona görə də məncə burada hamımızın bir məsuliyyəti var və məsələyə də belə yanaşmalıyıq.
Əlbəttə ki, bu günlərdə Azərbaycan prezidentinin yanında böyük bir müşavirə oldu. Rəqəmsal, memarlıq, arxitektura məsələləri müzakirə olundu. Yəni, orada cənab prezident məsələni 3 kontekstdə qoydu. Birincisi rəqəmsal texnologiyalar, ikincisi sizin də buyurduğunuz data məsələsi. Milli kimliyə çevrilir data, pasporta çevrilir data baza. Sən kimsən sosial şəbəkələrdə? Çünki bəşər sivilizasiyası köç edir. Real müstəvidən, real cəmiyyətdən Wikipedik virtual mənbələrə köç edirik. Orada biz kimliyimizi qorumalıyıq. Əgər orada da Sovet narrativlərindən, İran narrativlərindən yazılan tariximizlə gedəcəksə orada, bayaq burada qeyd olundu, Wikipediyada misallar gətirirsiniz. Onda biz çox şey itirəcəyik. Amma Azərbaycan prezidenti bir də süni intellekt məsələsini. Bax, bu üç məsələ mən elə gəlir ki, bəşər sivilizasiyasının yeni tarixi mərhələdə inkişaf paradigmalarıdır. Belə olan halda biz özümüzü yeniləyib və milli maraqlarımızı qoruyub və yeni statusda orada daxil olmalıyıq. Köhnə imperiya altında yaşadığımız dövrdə yaranan elmi narrativlərlə yox, etnogenezimizlə bağlı aparılan saxta araşdırmalarla yox, Azərbaycan dilinin tarixi ilə bağlı hipotezlərlə, yalancı hipotezlərlə yox. Necə olur ki, bir elitanın dili bütövlükdə xalqın dilinə çevrilir. Biz tariximizi 9-11-ci əsrlərdən geri aparan mənbələrlə daha çox işləməliyik və s. Amma bunların heç biri haqqında təsəvvür yoxdur. Ən aktual məsələlərdən biri dedik, məsələn, 20 yanvar hadisələrini mən dedim. Orada belə çıxır ki, bizim xəbərdarlıq olunubdur. Belə çıxır ki, hətta İstihbarat Sovetinin fövqəladə rejim haqqında qəbul etdiyi qərar da Azərbaycan xalqına elan olunubdur. Orada bir kəlmə də getmir ki, televiziyanın enerji bloku partladıldı. Bura gələndə mən bir qədər yenə göz gəzdirdim ki, bəlkə mən səhv eləmişəm. Amma bir də baxıram, indi Xocalı soyqırımından bağlı, buyurun baxın. Deyir ki, Xocalıdan insanlar soyqırımı yazır qısaca, deportasiya edildilər. Baxın, bir ölkənin vətəndaşı öz ölkəsindən necə deportasiya edilə bilər? Terminə baxın, deportasiya sözü hüquqi termindir. Onu oxuyan nə başa düşəcəkdir? Sonra yazır ki, güya ki, qondarma yazır. Qondarma Dağlıq Qarabağ Respublikası yazır, vilayəti də yazmır. Qondarma Dağlıq Qarabağ Respublikası Xocalı girovları təmənnasız dəyişmək. Nəyi təmənnasız dəyişirsiniz? Hansı ölkədə siz nə iş görürsünüz? Bu deportasiya nədir? Və s. və s. Yəni, başdan ayağa Wikipediyanın Azərbaycan segmenti bugün əgər gələcəkdə lazım olacaqsa, həm bizim hüquqi mübarizəmiz üçün Avropa hüququ kontekstində imkanlarımızı məhdudlaşdırır, özümüzü ittiham edir, özümüzü günahkar çıxardır, həm də yeni nəslin tarixi yaddaşında yanlış təsəvvür yaradır. Hamımız bilirik ki, bugün bizə hansı məlumat lazım olsa tez qaçırıq, müasir texnologiyaların bizə verdiyi bu imkanlara doğrudurmu? Və həm rahatlıqla gedirik ki, bu mənim segmentimdir. Wikipediyanın Azərbaycan segmentidir. Burada əlbəttə ki, biz yazmışıq da, bu düz olar. Və ona da inanırıq və bəlli olur ki, müəyyən bir generasiya sıradan çıxdan sonra ki, hansı ki, bu hadisələrin canlı şahidi olubdur. Məsələn, mən, siz, Elçin müəllim. Biz bunu canlı yaddaşımızda olduğu üçün ona inanmırıq. Çünki hadisənin necə olduğunu xatırlayırıq. Amma yeni nəsil oradan öyrənəcək və demək, bunun təfəkkürü də yanlış olacaq. Xocalı məsələsində bir dəfə də ad çəkilmir ki, ermənilər bu soyqırımı törətdilər. Bir dəfə də ad çəkilmir ki, məsələn, kim götürmüşdü Xocalılar? Deyir, Girov götürdülər, Xankəndiyə gətirdilər. Kim? Və o kim yoxdur. Yəni, burada hədəf göstərilmir ki, bunu erməni daşnaqları edə bilər və s. Ona görə də mən düşünürəm ki, burada hamımızın müəyyən bir əməyi olmalıdır, fəaliyyət olmalıdır. Mən sizə təşəkkür edirəm Baku TV-yə ki, bu qədər mühüm məsələni böyük auditoriya, böyük informasiya məkanımıza daşıyırsınız. Yoxsa bir deputat Milli Məclisdə dedi, bir informasiya yayıldı, bundan bitdi, yox. Amma siz dərinə inirsiniz ki, bunun səbəbi nədir? İndi gəlin axtaraq görək. Bəlkə bundan sonra yaradacaq o Wikipedia segmentini yaradan kimdir, öyrənək görək bunlar, nə işlə məşğul olurlar. Bilirsiniz də var, mən onları bəzən də qıramıram. Bizim mütəxəssisimiz onların böyük bir hissi könüllülərdir. Mən üzr istəyirəm. Siz indi əlbəttə akademiyanın prezidenti, sizin keçmiş deputat yoldaşınızdır deyə indi müdafiə edirsiniz. Mən bunu anlayıram. Amma fakt budur ki, onlar tədbirlər keçirdirlər, iclaslar, diplomlar verirlər Wikipediyada fəallara və s. Mən bir şey demirəm. Və Mərkəzi Elmi Kitabxana da Milli Elmlər Akademiyasının tabeliyindədir. Burada gəlib onlar danışmalıydılar. Hər halda məqalələri onlar yaradırlar. İrəvanla bağlı Azərbaycan prezidentinin çıxışı var. Qərbi Azərbaycan icmasının məlumatı var. Azərbaycan ensiklopediyasında hazır mətn var. O mətni götürüb Wikipediyaya yerləşdirmək üçün xüsusi bir vəzifə və yaxud da diqqətə ehtiyac yoxdur. Necə olur ki, bugün Wikipediyada həmən görüntülər var bizdə. İrəvan haqqında məlumatda yazılır ki, İrəvanda Azərbaycanlıların ümumiyyətlə mövcudluğu təxminən 17-18-ci əsrlərdə olubdur.
biz nə edirik? Özümüzün yalancı olduğunu göstəririk. Bu artıq qərəzdir, bu diqqətsizlik deyil. Bayaqkini ola bilər deyək ki, İqrar Əliyevdən götürüblər. İqrar Əliyev hardan tapıb götürüblər? Yeni mənbələr var, Tarix İnstitutu işləyib, qoyubdur. Tarix İnstitutunda Azərbaycanın bütün dövlətləri ilə bağlı elektron məlumatlar var. Niyə götürülmür orada? Və Azərbaycan ilk saytı, Azərbaycan Milli Elmlər Akademiyasının saytı açılması üçün bir neçə saat vaxt gedir. Elə belə arayış idi bu. Bir yerdən başlamaq lazımdır. Məncə bundan sonra başlamaq buradan başlayaq. Hardan? Yenilək. Bax, sizin bu verilişdən sonra mənə elə gəlir ki, müvafiq qurumlarımızın hamısı artıq məsələn... Hansı qurum? Yəni, bu işlə kim məşğul olursa Gəlmirlər, onların hamısı... ortaya çıxmırlar. İcazə versəniz, Buyurun, mən də fikrimi bildirərdim. Əslində, məsələyə bir neçə kontekstdən yanaşmaq lazımdır. Mən də təşəkkür edirəm mövzunu gündəmə gətirdiyiniz üçün, həm həmkarıma, həm də sizə Çiməlim. Məsələyə o kontekstdən həm də yanaşmaq lazımdır ki, Wikipediyanın özü müstəqil bir təsisat deyil. Yəni, prinsip etibarilə bu qəbildən olan təsisatların yaranmasında məqsədyönlü addımlar var, məqsədyönlü bir niyyət var prinsip etibarilə. Digər sosial şəbəkə elementləri, qərbdən qaynaqlanan informasiya resurslarında olduğu kimi, bu da faktiki olaraq geosiyasi informasiya alətidir, faktiki olaraq rəy formalaşdırılmasına xidmət edən amildir. Bu aspektdən də bu təsisatın müstəqil olmadığını indidən anlamalıyıq, başa düşməliyik. Biz Azərbaycan mənbələrindən danışırıq, hələ Azərbaycan dilində olan mənbələrdən. İndi baxın, ingilis və rus dilində olan mənbələrdə Azərbaycan haqqında hansı böhtan və yalan kampaniyalar var. Özüm dəfələrlə şahid olduğum bir məqam var. Tutaq ki, ölkəmiz haqqında hər hansı bir məqalənin yaradılması prosesində kifayət qədər ciddi maneələr yaradılır. Yaradırsan, mənbələrə istinad edirsən, üstündən müəyyən bir zaman keçəndən sonra o dərhal silinir, dəyişdirilir və yaxud hansısa hardansa gətirilmiş redaktorlar var. Bunlar Azərbaycanla bağlıdırlar, nəticə etibarilə beyinləri yuyulmuş, zombiləşmiş bir Z nəslinin nümayəndələridir və nəticə etibarilə də onlar bu prosesin içərisində aktiv şəkildə iştirak edirlər. Biz bu məsələyə qənaətimə görə iki kontekstdən yanaşmalıyıq. Təbii ki, Wikipediyada Azərbaycan haqqında həqiqətlərin meydana çıxması üçün və real faktlara istinad edilməsi üçün ciddi şəkildə iş görmək lazımdır və burada ciddi şəkildə maliyyə resurslarının ayrılmasına ehtiyac var. Həmçinin mən bu maliyyə resurslarının böyük bir komandanın saxlanılması və Wikipediyanın tamamilə ciddi bir şəkildə Azərbaycan segmentində işlənilməsi, digər dillərdə də redaksiya prosesinin aparılması üçün yetərli olduğunu düşünmürəm. Çünki burada müxtəlif böyük qruplar çalışmalıdır. Buyurun, xahiş edirəm. Elə sizlə danışa-danışa indi Dövlət Təhlükəsizlik Xidmətinin Ramiz Mehdiyevin evindən çıxan milyonlarla bağlı videosuna baxıram. O şöbəni də Ramiz Mehdiyev açmışdı. Siz deyirsiniz, vəsait ayrılmamışdı. Ayrılmışdı. İndi məlum olur hardadır. Aydındır. Yəni, məsələnin o bir tərəfindən vəsaitin ayrılmamasından söhbət getmir. Yəni, vəsaitin məbləğini bilmirik ki, yəni, prinsip etibarilə və o vəsaitin konkret işə çevrilməsi prosesi var. Yəni, milyonlarla vəsait də ayrıla bilər. O nəticə etibarilə ortalığa çıxa bilməz. Bununla bağlı da təkcə Wikipedia kontekstində yox, digər müstəvilərdə də çox sayılı problemlər bu günə qədər yaşamışıq. Digər istiqamət üzrə öz segmentimizlə bağlıdır. Yəni, nəticə etibarilə, baxın, biz sizinlə bir dəfə müzakirə eləmişik lüğətlərlə bağlı məsələni və Azərbaycan elmi, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, humanitar sahədə olan nə varsa bütövlükdə, onların hansıları bugün təkcə Wikipediyaya yox, internet resurslarına daşınıb. Yəni, bir gün lüğət deyəndə, onlayn lüğət, internet lüğəti resurslarında, onlayn lüğətdən söhbət açanda insanlar PDF formatını başa düşürlərsə, hansı təfəkkür tərzindən danışmaq olar? Birinci növbədə düşüncəni dəyişmək lazımdır. Mən həmişə yazdığım və çox istifadə elədiyim bir söz var. Açın nəfəslikləri, havanı dəyişmək lazımdır. O təsisatlar ki, birinci növbədə bu işlərlə məşğul olurlar, onlar pəncərələrini açıb
dünyaya baxmalıdırlar ki, artıq 21-ci əsrdə yaşayırıq və rəqəmsal texnologiyalar inkişaf edir. Əgər biz uyğunlaşa bilmiriksə proseslərə, o zaman meydanı boşaltmalıyıq ki, başqa insanlar prosesin içərisində yer alsınlar. Yəni məsələyə yanaşma tərzinin ikinci hissəsi isə Türk dövlətləri ilə birlikdə ayrıca bir mənbənin formalaşdırılması. Söhbət təkcə bizdən getmir. Bax, burada bir məqalə var, türkçülüklə bağlı. Bəli. Yəqin ki, bilirsiniz o məsələni. Faşist bir və s. məqsədyönlü şəkildə formalaşır. Siz axı, Elçin bəy, əgər... Bizim bir dəqiqə fasiləmiz var. Olar mı fasilədən sonra davam edək? Müzakirəmizi davam etdirək. İkinci faktor isə təkcə Wikipedia sahəsində deyil və digər istiqamətlərdə də alternativlərin yaradılmasından gedir. Biz 300 milyonluq nəticə etibarilə əgər Türk dövlətlərindən və topluluqlarından söhbət gedirsə, bir nüfuzluq, böyük bir əhalidir sayı etibarlı. Hədəf olaraq da Türk dünyasına inteqrasiya proseslərinə və Türk ailəsi modelinin yaradılmasından söhbət ediriksə, bu ailənin modelinin içərisində həm də bu qəbildən olan problemlərin aradan qaldırılması ilə bağlı alternativlərimiz olmalıdır. Mən nə üçün John'un və yaxud İvan'ın yaratdığı mənbələrə istinad etməliyəm? Nə üçün prinsip etibarilə bizim özümüzün söhbət tək Azərbaycandan getmir. Azərbaycan çərçivəsində bu böyüklükdə, maştabda bir resursu ortaya qoymaq mümkün deyil. Yəni imkanları doğru qiymətləndirmək lazımdır. Amma Türkiyə, Qazaxıstan, Özbəkistan və digər Türk dövlətləri ilə birlikdə Türk Dövlətləri Təşkilatının çərçivəsində bu qəbildən olan resursların ortaya qoymağı imkanı var. Novruz bayramı ilə bağlı məqalə gedir. Mən razıyam sizlə, Elçin müəllim. Bu gün də orada o İran bayramı. Qalacaqdır, Hanı Türk Dövlətləri Təşkilatı? Aydındır, təbii ki, problem təkcə bizdə deyil ki, yanaşmaların özündədir. Düşüncə etibarilə təkcə söhbət Azərbaycanda yanaşmaların dəyişməsindən getmir. Söhbət bütövlükdə bu arealdakı insanların düşüncə tərzinin yanaşmasından söhbət gedir. Biz əgər milli identikliyimizi qorumaq istəyiriksə bütövlükdə, dilimizi, mədəniyyətimizi və bütün prosesi biz artıq deməli, rəqəmsal mühitə daşımalıyıq. Bunun başqa alternativi yoxdur. Və sadəcə bu gün oturub, və təbii ki, kitab da vacibdir və onun yazılması da, elmi araşdırmalar da çox mühüm əhəmiyyət kəsb edir. Amma elmi araşdırmaları da artıq nəticə yönlü olmalıdır. Yəni, prinsip etibarilə bu araşdırmaların nəticəsində ortaya texnoloji imkanlar çıxmalıdır. Kim açsın? Akademiya açsın nəfərlikləri, havanı dəyişsinlər. Dəyişsinlər, düşüncə tərzini dəyişsinlər, dünyaya baxış bucağını dəyişsinlər. Təkcə akademiyadan getmir, elə mən özüm də daxil olmaqla müasir Azərbaycanlı düşüncəsindən gedir. Hər birimizə xas olan xüsusiyyətdir. Ətrafımızda hər şey dəyişir, amma biz dəyişmək istəmirik. Yəni, telefonumuz yenilənir, avtomobilimiz yenilənir, amma şuurumuz yenilənir. Düşüncə yenilənmir və birinci növbədə də əgər dəyişmək istəyiriksə bütövlükdə və ətrafımızda baş verən proseslərə uyğunlaşmaq istəyiriksə, bu təfəkkür düşüncədə baş verməlidir. Baxın, ölkədə ən yüksək səviyyədə rəqəmsal texnologiyaların tətbiqi istiqamətində və süni intellektin tətbiqi istiqamətində möhtəşəm addımlar atılır. Son olaraq Birləşmiş Ştatlarla imzalanan strateji tərəfdaşlıq haqqında xartiyanın mahiyyətinə diqqət yetirir. Cənab Prezidentin keçirdiyi son müşavirədə səsləndirdiyi fikirlərə və istiqamətləndirdiyi yol xəritəsinə diqqət yetirir. Ən yüksək səviyyədə bir strategiya müəyyənləşib və sadəcə bütün institutlar, fərqi yoxdur. Burada akademiya və digərləri, bütün institutlar bu strategiyanın mahiyyətinə uyğunlaşmalıdır, dəyişməlidir. Dəyişə bilməsə də getməlidir. Siz indi bizim Hikmət müəllim dedi, akademiyamızın fəaliyyəti ilə bağlı, İsa müəllimin fəaliyyəti ilə bağlı. Mən bilmirəm fəaliyyəti ilə bağlı. Hər halda bu illər ərzində bir dənə kitab çıxıbdı orada belə. Onun təşəbbüsü ilə, bunun adı Qoşa Qanaddır. Yəni, alimlərimiz necə şeir yazır. Bax, belə, yəni, bizim nailiyyətimiz budur. Yaxşı ki, bu İnformasiya Texnologiyaları İnstitutu Təhsil Nazirliyinə verilib, Elm və Təhsil Nazirliyinə. Yəqin ki, bu əslində xeyli şeyləri dəyişibdir və dəyişəcəkdir də. Amma bir neçə sualım yarandı Elçin müəllim. Cavab istəmirəm, çünki ritorik suallardır. Onlardan biri odur ki, necə olur ki, kasıb və acınacaqlı vəziyyətdə olan Ermənistanın və onun təbliğatında heç bir sual yoxdur, amma bizim təbliğatımız qalıb könüllərin ümidinə. İkincisi, siz deyirsiniz elektron resurslar və s. çox dəqiq deyirsiniz, amma Azərbaycan ensiklopediyası var və çox ciddi alimlərimiz orada işləyiblər, bunlar nəşr olunubdur. Bunun elektron versiyasını etmək
və Google Search-də, yəni axtarış sistemində onu önə çıxartmaq, ən azı Wikipediadan sonra ikinci, üçüncü mövqedə gəlməsinə nail olmaq mümkündürmü? Mümkündür. Niyə etmirik? Bu böyük sualdır. Və bir şey də deyim ki, Wikipedia istifadə könüllüləri içərisində hamısını nəzərdə tutmuram. Həqiqətən fədakarlar da var. Amma könüllüləri içərisində adı rüşvətə bulaşmış adamlar var. Pulla məqalələr yazan, pulla məqalələr pozanlar var. Bu barədə də danışacaq. Və burada bu verilişdə bəzi Wikipediaçılar gəlib danışmaqdan çəkindilər. Əksər adamlar çəkindilər. Məsələ orasında ki, Wikipedia bir şəbəkə şayka qruplar, şantajla məşğuldurlar. Çox güman ki, bu verilişdən sonra məni də şantaj eləyəcəklər. Mənə aid olan məqaləni pozacaqlar, yaxud ora nəsə əlavə eləyəcəklər. Və bunlar hamısı o dəqiqə birləşirlər. Elçi, mən səhv deyirəmsə, deyin elə deyil. Adlar çəkərəm ki, kimlər bugün burada gəlib danışmadılar. Mən qısaca sizin suallarınıza cavab vermək istəyirəm. Ermənilərlə bağlı məqam aydınlıq gətirmək istəyirəm ki, erməni diaspora hər il bu istiqamətdə kifayət qədər ciddi fəaliyyət göstərir və böyük maliyyə vəsaitləri ayırır. Həyata keçirilən layihələrdə, burada söhbət təkcə erməni diasporunun vəsaitindən getmir. Həm də prosesə cəlb olunan, hansı ölkələrdə onlar fəaliyyət göstərirlərsə, o prosesə həmin ölkənin qeyri-hökumət təşkilatlarını, ictimai sektorunu, fondlarını cəlb edirlər və oyundan faydalanaraq nəticə etibarilə həm də öz resurslarını gücləndirirlər. Yəni, mahiyyət etibarilə qənaətimə görə bu məsələyə də diqqət yetirmək lazımdır. Digər tərəfdən, ermənilərin narrativləri ilə Wikipediyanı idarə edən yüksək rütbəli şəxslərin və onların ətrafında olan erməni diasporuna bağlı şəxslərin maraqları və baxış-bucaqları üst-üstə düşür. Eyni yanaşma tərzidir. Yəni, baxımdan da ermənilərin yaratdığı resurslar onlar üçün problemi yaratmır. Elektronlaşmaması, yayılmamasında da ermənilər eləyirlər. Burada bir neçə texnoloji problemi var. Yəni, mən məsələyə deyim sizə, səbəb nədən ibarətdir? Elçimən, nə texnoloji problem? Mən fikrimi izah edeyim icazənizlə sonuna qədər. Mən ensiklopediyanın daşınmasından söhbət edilmir. Bütövlükdə tək ensiklopediyadan yox, Azərbaycanın bütün mənbələrinin internet resurslarını daşınmasından söhbət edir. Texnoloji problem nədən söhbət edirəm? Vaxtilə biz sizlə Azərbaycan dilinin onlayn lüğətlərinin və yaradılmamasını və onlayn sistemə, internet resurslarını inteqrasiya etməməsindən söhbət açmışıq. Ensiklopediyanın tarixi mənbələri bir var ki, onları yenidən köçürəsən. Deməli, bütün bunların içərisində çox saylı insanlar çalışmalıdır. Sadəcə yazsınlar, köçürsünlər, elektron mənbələri yaratsınlar. Bir var ki, müasir texnologiya vasitəsilə skan edərək köçürüb onu internet resurslarında istifadə edə biləsən. Azərbaycan dili həmin o resurslara inteqrasiya edilmədiyi üçün də skan proqramlarında bunu həyata keçirtmək mümkün deyil. Bunun üçün çox böyük resurs lazımdır. Problem bir-biri ilə Elçin bəy. İradə xanım buna cavab verəcək, çünki o institutun birbaşa işidir. Mən də prosesə müəyyən qədər aidiyyəti olan insan kimi qeyd edirəm. Uzun illərdir ki, bu məsələni qaldırıram. İnformasiya texnologiyalarından bağlı. İzləyirəm bunu və düzdür, siz... Mən fikrimi bir cümlə ilə tamamlayayım ki, bax, bu verilişdən sonra bizi çox ciddi təhdid gözləyir Wikipediaçılar tərəfindən. Ona görə də ehtiyatlı olun, hər birimizin bioqrafiyasına daxil olub nələrsə əlavə eləyəcəklər. Bu şayka ifşa olunmalıdır, bu dəstə ifşa olunmalıdır. Hansı ki, onların bir neçəsi Mərkəzi Elmi Kitabxanadan kifayət qədər pul alıb, maaş alıb işləyirdilər və hələ də işləməkdə davam edənləri var. İradə xanım, dedi, bizim hörmətli Elçi müəllim dedi ki, bizim informasiya texnologiyalarımız imkan vermir ki, Azərbaycan dilli resursları orada olsun, amma burada bizim hörmətli Rasim müəllim demişdi ki, bu lüğəti bir nəfər gətirsin, versin ki, biz ora daxil edək. Bu məlumatı daxil verən yoxdur. Azərbaycan ensiklopediyasının binası ilə rəqəmsal inkişaf, sizin institutun, Rəqəmsal Texnologiyalar İnstitutunun binası arasında təxminən 1 kilometr yoxdur. Oradan ora məlumatı gətirə bilmirlər. Hələ mən demirəm, elektron vasitələr də ola bilər. Wikipediada nə baş verir, içi nədir, mahiyyəti nədir və düşmən kimdir? Əslində deyim ki, Wikipediadakı problemləri aydınlaşdırmaq üçün, onları həll etmək üçün birinci növbədə bilmək lazımdır. Wikipedia özü nədir, nə üçün yaradılıb, məqsəd nə idi bu Wikipedianın yaradılmasında və indi hansı məqsəd üçün istifadə olunur? Birincisi, Wikipedianın nizamnaməsində yazılıb ki, bu deməli, nəhəng bir ensiklopediya olmalıdır və internet istifadəçilərini tez bir zamanda doğru məlumatla təmin etməlidir. Bu belə yazılıb. Amma görə indi əslində nə baş verir?
və burada kimlər necə istifadə olunur? Əslində Wikipedia bu günləri informasiya müharibəsi, informasiya qarşıdurması alətlərindən birinə çevrilib. Yəni hər kəs öz deməli fikrini, öz ideyasını, özünün təbliğ etdiyi hansısa bir deməli mövzunu gətirib Wikipedia daxil etmək istəyir və elə bil ki, burada informasiya qarşıdurması baş verir. Biz bilirik ki, hər kəsin öz mövqeyi var, ayrı-ayrı qruplar var, qarşı tərəflər var. Dünyada informasiya müharibəsi gedir, informasiya qarşıdurması, informasiya hücumları gedir və bunun da ən gözəl meydanı Wikipediadır. Təsəvvür edin ki, Wikipediada bu günləri müxtəlif deməli üsullardan istifadə edilir. Burada sözləri dəyişdirilir. Bax, bir misal deyim. Elə Xocalıdan söhbət düşdü. Məsələn, hələ Azərbaycan Wikipediasında aydın məsələdir, bərbaddır. Hələ mən başqa dilləri deyirəm. Orada necədir? Məsələn, ən neytral sayılır güya ki, İngilis Wikipediası. Amma məsələ orada necə gedir? Məsələn, terror sözünü dəyişirlər, edirlər, nə bilim, fəallar. Nə bilim, nəzarətə almaq ya da fəalçılar, terrorist. Və yaxud da işğal sözünü əlavə edirlər, nəzarət altına alınan torpaq. Bilirsiniz necədir? Bir dənə söz dəyişir. Məsələn, Xocalıda işğaldır, yazırlar, yox. Burada nəzarət altına alındı. Tamam mövzu dəyişir. Yəni ki, demək, faciə, elə bir ki, o dərəcəsi azalır faciənin. Burada bu söz oyunlarından tutmuş, ümumiyyətlə mətni dezinformasiya etmək, mətni silmək və yaxud dəyişmək çox böyük belə hallar, çox genişdir burada bu fəaliyyət. Mən sizə bir şey deyim ki, ümumiyyətlə informasiya müharibəsində, informasiya qarşıdurmasında əsas problem, ən böyük təhdid informasiyanın silinməsi deyil. İnformasiyanın dəyişdirilməsidir, konseptual dəyişdirilməsidir və dezinformasiyanın daxil edilməsidir. Yəni, silmək olar. Silirsən, hə, zərərsizləşdirirsən. Amma bir də var ki, onu başqa cür verirsən. Bax, burada dəhşətdir. Bax, bu da Wikipediada bu geniş yayılır. İndi keçək Azərbaycan dilinin Wikipediasını. Buradakı məlumatlar, o yalan məlumatlar, dəyişdirilmiş məlumatlar birinci növbədə Azərbaycan dövlətinin nüfuzuna ziyandır, zərər vurur. Və bilirsiniz necədir? Wikipedia elə bir ki, hər bir cəmiyyətin güzgüsüdür. Biz Wikipediaya baxanda o cəmiyyətin hadisələr haqqında, müəyyən bir tarixi problemlər haqqında və yaxud da onun mədəniyyəti və yaxud da deməli dünyada baş verən hadisələrə münasibəti hamısı burada Wikipediada toplanıb. İradə xanım, baxın, siz bu tədqiqat müddətində bildiniz də kimlər məşğuldur bu işlə? Aydın məsələdir. Birinci sual, kimlərdir, hamısı könüllüdürmü? Mərkəzi elmi kitabxanada kimlər toplaşıb və onların rolu nədir burada? Olmuşdunuz Mərkəzi Elmi Kitabxanada? Mən bir şey deyim də, əvvəlcə Wikipedia ilə biz məşğul olurduq. Yəni, İnformasiya Texnologiyaları İnstitutu monitorinq aparırdıq. Hər dəfə Rasim müəllim özü hər il o məruzə edirdi, hesabat verirdi. Yəni ki, biz burada problemləri araşdırırdıq. Hətta müəyyən qurumlarla birbaşa əlaqədə olurduq, işləyirdik. Təhlükəsizlik orqanları ilə onlara məlumat verirdik. Onlar da bizimlə birbaşa işləyirdilər. Və çox gözəl iş gedirdi və normal işləyirdi. Sonra bu bizim deməli, sonra nə oldu? Yəni bu kitabxana bu ilə başladı məşğul olmağa. Kimin qərarı ilə? Onu mən deyə bilmərəm. Akademiyanın rəiyyət heyəti. Əlbəttə ki, yəni. Onda kim idi prezident? Hə. Onda bilirsiniz, yenə deyirəm ki, burada əsas məsələ onda deyil ki, kimin qərarına. Dedi ki, ermənilər kifayət qədər pul ayırır. Bax, bugün təkcə Ramiz Mehdiyevin otağından 17 milyon çıxıbdı. O pulun 10%-ını ildə versəydilər, o yaxşı inkişaf edərdi. Məsələ işte maliyyə deyil, mən deyəcəm onun necədir vəziyyət. O vaxtlar elmi kitabxanadan bizdə gəldilər, işçilər, qızlar çox vaxt gəldilər və çünki biz Wikipediadan dərs keçirdik. Bəli, bizdə trendlər, treninqlər olurdu və s. Və o zaman da elmi kitabxanadan gəldilər. Hətta mən materiallarımı verdim çünki biz də azaddır. Hə, istəyirsən, oxumaq istəyirsən, kitablar, material hamısını verdik o qızlara. Dərsdə keçdik onları necə işləmək. Və sonra bildik ki, bunlar Wikipediadan dərs keçirlər elmi kitabxanada. Hətta mən onlardan birinə dedim ki, əgər bizim materiallardan dərs keçirsinizsə, heç olmasa yazın ki, İnformasiya Texnologiya İnstitutunun materiallarından dərs keçirsiniz də. Yəni ki, bu bir növ plagiatlıq olmasın. Sözüm ondur ki, yəni ki, bizim üçün biz fərqi yoxdur. Akademiyanın hansı institutu bu işi öz öhdəsinə götürüb? Amma necə görür? Necə gördülər bu illər ərzində? Bəli. Bu illər ərzində necə gördülər? Əsas odur ki, düzgün görsün və biz yenə monitorinq aparanda biz həmişə baxırdıq ki, vəziyyət getdikcə ildən ilə pisləşir. Yəni ki, baxırıq Azərbaycanın da tarixi həqiqətlərini götürək. Tamam dəyişdirilmiş, hətta orada məsələn Xocalı şəkillər vardı. O Xocalı şəkillərini də oradan götürdülər. Mən sizə bir şey deyim ki, Xocalı ilə bağlı
şəkilləri Wikipediyaya birinci dəfə mən daxil eləmişəm. O da necə? Mən bir daxil edirdim, amma silirdilər. Nə üçün silirdilər? Dedilər ki, müəllif deməli icazə verməlidir. Müəllif hüquqları gözlənir Wikipediyada. Onda mən jurnalist İlqar Cəfərovu tapdım. O ilə əlaqə saxladım. Doğrudan da gəldi. Bütün şəkillərini gətirdi. O vaxt onun çox dəhşətli şəkillər vardı onda. Və biz o şəkilləri bir-bir Wikipediyaya yüklədik. Bu olub 2009-cu, 2010-cu illərdə. Wiki mənbədə. Hə. Sonra nə oldu? Wiki mənbəyə yüklədik və ondan sonra İlqar Cəfərov da yazdı ki, müəllif mənəm, Bəli. mən icazə verirəm və o şəkillər orada qalır. Wiki mənbədə o şəkillər hamısı var. Sadəcə olaraq mən o şəkilləri gətirib Azərbaycan Wikipediyasına daxil edildi, silindi. Niyə? Bax, niyəni? Silən harda otururdu? Silən Azərbaycanda otururdu. Yəni Mərkəzi Elmi Kitabxanada. Yox, o vaxt kitabxana deyildi, kitabxanada oturmurdular. Ümumiyyətlə, hərə bir tərəfdə otururdu. Kitabxanada sonra belə bir qrup yaradıldı. Mən elə 2010-cu Sonra onlar niyə xaricə getdi o qrup? O kim onları yığmışdı və niyə xaricə getdilər? Müəyyən qrup xaricə getdi. Hərə bir söz dedi. Valla onu mən onu bilirsiniz necə, o dəqiq araşdırılmalıdır. Müəyyən orqanlar onu araşdırmalıdırlar. Siz sual verdiniz də hər halda. Aydın məsələdir, suallar, mənim suallarım çox oldu. Hətta mənim əsas sualım və mən o sual cavabdan dəhşətə gəldim. Deməli, Azərbaycan həqiqətləri Wikipedia təhrif olunur və mən sual verirəm ki, siz bunu niyə edirsiniz administratorlara? Onlar bilsiniz nə cavab verirlər? Bizə Wikipediyanın qaydaları bizim vətənpərvərlikdən və Azərbaycan həqiqətlərdən üstündür. Burada neytral, biz neytralıq. Biz terror yazsaq o neytrallığı pozur. Biz belə yazsaq neytral, biz neytralıq. Deməli, belə çıxır ki... Və bunlar Mərkəzi Elmi Kitabxananın işıqlı salonlarında, o bahalı kreslolarda oturub işləyənlərdir. Və belə çıxır ki, Azərbaycan həqiqətləri, Azərbaycan dəyərləri keçir ikinci plana, Amerikanın yaratdığı hansısa bir sayt keçir birinci plana. Və burada da olan məqsədi nədir? Heç kəsə pulsuz informasiya ötürmür. Heç yanda bir şey yoxdur. Burada məqsəd nədir? Bir sual da verim. Mən bilirəm ki, siz vətənpərvər insansınız, elə Rasim müəllimin özü də və bu məsələlərə necə yanaşdığınızı da bilirəm. Bir situasiya olmuşdu ki, siz dözməyib artıq birbaşa müraciət eləmişdiniz ki, bu adam birbaşa bizim xalqımızın əleyhinə işləyir. Onda sizə Mərkəzi Elmi Kitabxanada nə cavab verdilər? Bizim açığını deyim ki, mənə ümumiyyətlə cavab vermədilər və dedilər ki, bu sənin işin deyil. Yəni ki, ged işinə məşğul ol. Və o adam indi fəaliyyətdədir. O adam sonra çıxdı, getdi Kanadaya. Amma fəaliyyətdədir. Fəaliyyətdədir, əlbəttə ki. Bax, buradan başlayaq. Fəaliyyətdədir. Elə adamlar da bir neçə nəfərdir. Hikmət müəllim də, Elçin müəllim də bu məsələdən narahatlığını mən çox ciddi anlayıram. Amma məsələnin kökündə çox ciddi təxribatlar var. Və icazə verirsə, biz indi Elçin Əliyevlə danışaq, Wikipedia könüllüsü. Elçin müəllim, əslində Wikipediada çox ləyaqətli, Azərbaycan xalqını sevən bizim məqalə müəllifləri var. Və açığı bugün Azərbaycan dilində nəyimizsə varsa onların hesabınadır və onlara xüsusi mən təşəkkür edirəm. Onlardan bir neçəsini şəxsən tanıdığım üçün. Amma azsınız və sizə qarşı da çox ciddi kampaniyalar var. Mahiyyəti siz könüllü kimi deyin. Buyurun Elçin müəllim. Elçin müəllim, mən çox diqqətlə dinlədim hər bir mütəxəssis fikrini və mətni millət vəkillərini və İradə xanımın fikirlərini. Ümumiyyətlə, biz bu məsələyə münasibət bildirmək üçün birinci mərhələdə Wikipediyanın işləmə prinsipini bilməliyik. Əgər bunu bilmədiyimiz halda artıq buradan maraqların toqquşması gedə bilər, yaxud da manipulyativ çıxışlar gedə bilər. Bu adından da göründüyü kimi açıq ensiklopediyadır. Hərçənd ki, ola bilər ki, müəyyən bir şəxslər, insanlar bu açıq ensiklopediya terminini siyasi məqsədlərlə istifadə edir ki, biz bundan çox mübarizə aparmışıq bu istiqamətdə. Yəni, açıq ensiklopediya termininin əsas açıqlaması odur ki, hər kəsin redaktə eləyə biləcəyi, hər kəsin məlumat yerləşdirə biləcəyi bir platformadır. Ancaq bundan açıq ensiklopediya, yəni ki, azad ensiklopediya kimi istifadə etmək və azadlıq adı altında, nə bilim, deyək ki, hansısa məlumatların bilərək qəsdən siyasi məqsədlərlə yerləşdirilməsi prosesi ki var. Biz uzun illərdir bununla mübarizə aparırıq. Mən sizə sözün həqiqisini deyirəm ki, çox uzun. Mən özüm 2005-ci ildən, İradə xanım deyir ki, mən 2010-cu ildən orada fəaliyyət göstərirəm, amma mən 2005-ci ildən orada fəaliyyət göstərirəm. Və siz təsəvvür edin ki, ilkin mərhələlərdə Azərbaycan dilli Wikipediyanın yaradılmasında əsas təşəbbüskarlar kim idi? Türklər. Demək, Wikipedia klassik bir media
yaxud da dövlət qurumu deyil. Tamamilə açıq ensiklopediyadır. Burada biz təsəvvür edin 300-dən artıq dilin istifadəçisi var. Bu bir növ birinci mərhələdə dilə xidmət edən bir platforma. Hələ mən tarixi, hələ mədəniyyəti, bunların hamısını qoyuram bir kənara. Wikipediyada mənbə yerləşdirmək, məqalə yerləşdirmək birinci növbədə Azərbaycan dilinə xidmət edir. Yəni biz dilin varlığını qoruyub saxlayırıq. Siz təsəvvür edin, orada dövləti olmayan, amma danışılan dillərin məqalələri var, onların da özlərinə məxsus Wikipedia bölməsi var. Və biz təkcə o nöqteyi nəzərdən baxa bilmərik ki, bütün Azərbaycan, yəni bu təxribatlar, siz indi burada biz onu təxribat kimi adlandırırıq, amma biz öz Wikipedia dilimizdə onu vandalizm deyirik. Bəli. Kim ki müdaxilə edir, onu pozur, yaxud ora bir dəyişiklik edir, biz buna vandalizm adı vermişik. Və biz vandalizmlə illərlə də mübarizə aparırıq. Nəinki Azərbaycan dil bölməsində, dünyanın bütün Siz dil kim, bölməsində. Elçi müəllim? Baxın, mən... Neçə nəfərsiz? Biz hardasa bir 10-15 dənə nəfər aktiv istifadəçiyik ki, biz ümumiyyətlə hansısa bir quruma, hansısa bir təşkilata, hansısa bir, necə deyim, bir cəmiyyətə üzv filan deyilik. Bir dəqiqə, Elçi müəllim. Ancaq Azərbaycan dilinə xidmət etmək üçün məqalə yazırıq. Bir dəqiqə, Elçi Və müəllim. məqalələri tərtib edirik. Bilirəm, mən başqa şeyi Məsələn, soruşmaq istəyirəm. Bu idarəçilik statusunuz varmı? Yox, mənim idarəçilik statusum yoxdur, amma mən 20 ildən artıq tikör... Bürokrat statusunuz da yoxdur. Yox, heç bir fayda. Sizin qrupda o ki, deyirsiniz ki, mübarizə aparırıq. İdarəçi və bürokrat statusu alan varmı? Yəni bizim o mübarizə aparan istifadəçilərdən deyirsiniz. Bəli, əlbəttə biz Var. nə qədər əziyyət çəkən, əlbəttə uzun illər burada işləyən, öz fəaliyyəti ilə özünü sübut edən və orada idarəçilər nə cür seçilir? Bizim səs vermələrimiz nəticəsində İndi seçilir. başqa sual vermək istəyirəm Elçi müəllim. Bax bu idarəçilər hansı ki deyirsiniz və yaxud da bürokrat olanlardan ki, həqiqətən də Azərbaycan mövqeyində çıxış edir. Onları Mərkəzi Elmi Kitabxana, Wikipedia ilə məşğul olan bax o qurum çağırıb əmək haqqı, işbirliyi təklif etdimi yoxsa yox? Təəssüf ki, yox. Öz tanışlarını çağırdılar. Xəyanətkar tanışlarını. Bəli, mən indi burada bugün Milli Məclisinin hörmətli deputatları çıxışlar eləyir və diqqətlə dinləyirəm. Məsələn, çox gözəl, bütün problemlər işıqlandırılır, göstərilir. Amma bu Wikipedia açıq mənbədir. Siz də redaktə edə bilərsiniz. Mən eləyirəm şəxsən. Amma mənim elədiyimi pozanlar var. Bəli, pozanlar nə cür var? Bunu da mən sizə deyim. Bu nəzarət mexanizmi yoxdur. Bilirəm, yəni, yoxdur. ona bir xüsusi nəzarət mexanizmi yoxdur. Biz də məqalələrin tarixçilərinə Amma Elçi müəllim, bayaq dediniz ki, bu səsvermə ilə həyata keçirilir. Bəli. Səsvermənin burada çox böyük rolu var. Demək, 5 manat artıq xərcləyib, heç artıq yox, Ramiz Mehdiyevin evindəki pullar da ora. Ora xərcləməyə əvəzinə oralara yığışıbdır. Bax, o verilən vəsait düzgün çatsaydı və həqiqətən də sizi kimi könüllülər, təkcə siz deyirsiniz bir neçə nəfərlə, mən şəxsən tanıyıram, indi Elnuru, Araz müəllimi və s. Onları da toplayıb, onlara versəydilər və bir qrup yaradılsaydı, səs verməklə biz nə qədər şeyi saxlaya bilərdik? Biz, Elçin müəllim, nə qədər dəstəklər gözləmişik, elə Milli Məclisin özündən təkliflər də vermişik. Biz xarici beynəlxalq tədbirlərdə iştirak edə bilmirik, bilirsiniz? Yəni, qrant ala bilmirik. Səbəb nədir? Ona görə ki, biz o xarici təcrübəni Azərbaycana daşıya bilmirik. Mən razıyam, bilirsiniz, burada çox problemlərdən danışmaq olar. Amma o demək deyil ki, həmin tədbirlərdə ancaq təbliğat gedir. Wikipediyanın iş prinsipi də öyrədilir axı. Yox, əlbəttə öyrədirlər. Biz demirik tədbirlərdə olmuyor. Burada əgər hər şey açıq və demokratik qaydadadırsa, səs vermədirsə, demək bu sadə bir şeydir də. Amerika konqresmenləri də deyir ki, mənə bir 30 min seçici ver, 100 min seçici ver, sən nə istəsən eləyim sənin üçün. Təxminən. Demokratiyanın qızıl qaydasıdır bu. Əlbəttə. Orada Wikipediyada yaradaq, yəni nə idi bizim üçün çətin, nə idi? Azərbaycanda Wikipedia üçün çalışacaq, institutların gənc tələbələri, universitetlərin gənc tələbələri, aspirantları yox idi mu? Cəlb edib onları, bu qrupu yaratmaq olmazdı mı? Cəlb elədilər, qrup yaratdılar, kimləri yığdılar və hara köçürdülər? Sən demə, onlar burada Wikipediyada təxribat xarakterli yazılar yazmaqla özləri üçün qovluqlar hazırlayırmışlar ki, bax biz belə mübarizə aparırdıq, bizi Azərbaycanda sıxışdırdılar, hə? O necə ki, bir ara siyasi partiyalar mühacir möhürlə vurub satırdılar. Bunlar da bu cür. Bax, budur.
Bakının mərkəzində yerləşən elm ocağında baş verənlər. Ona görə gəlmirlər efirlərə. Qısaca mən sizə bir şey deyim. Siz yəqin ki, biz indi Wikipediyanın içərisində olduğumuz üçün deyəcəm bunu. 2020-ci ildə müharibə vaxtı Azərbaycan ordusu Xankəndiyə daxil olanda, Bəli. siz bilirsiniz, erməni icmaları bildirdilər, bütün beynəlxalq Wikimedia fonduna müraciət eləmişdilər ki, bizim orada ofisimiz var. Azərbaycan humanizm nümayiş elətdirmir və bizim Wikipedia ofisimizi də alır. Halbuki yox idi. Və bizim Wikipediaçı kimi Milli Məclisdən də çox böyük gözləntilərimiz var. Bizim hörmətli deputatlarımızın da gözləntilərimiz var. Səmimi deyil. Deyin. Elçi müəllim, deyin. Bilirsiniz niyə? Məsələn, fərz eləyin ki, biz gündəmi izləməyə məcbur könüllülərik, amma hər birimizin ayrı bir peşəmiz var. Burada həkim də var, burada satıcı da var, burada mühəndis də var. Amma biz günümüzün 24 saatını bura sərf eləyə bilmirik. Burada redaktörləri izləyə bilmirik. Minlərlə, yüzlərlə. Mən sizə deyim ki, eyni vaxtda 10 minlərlə redaktör eləyən istifadəçilər var. Var. Ki, bunların hamısının nəzarət mexanizmi qurmaq çətin məsələdir, düzdürmü? Ona kim izləyə bilər? Amma bizim məsələmiz nə cür olur? Məsələn, indi siz deyirsiniz, bu verilişdən sonra sizə qarşı bir kampaniya başlayacaq, düzdürmü? Biz izləməyə başlayırıq. Elçin Əlibəylinin səhifəsində nə dəyişiklik oldu? Onu geri qaytaracağıq. Bilirəm, bəli, yox, bu fədakarlarımız var. Hörmətli deputatlarımızın, deyək ki, indi sizin verilişləri mən çox izləyirəm, görürəm, dəvət olunan deputatlar. İnanırsınız, hansısa bir statuslarındakı paylaşırlar, hansısa bir məsələyə münasibət göstərirlər. Dərhal görürsünüz ki, Wikipedia'da onların bu haqda dəyişikliklər edir. Kimsə, hansısa, mən ad çəkmək istəmirəm, hörmətli deputatlarımızdan var və yaxud da deyək ki, həkimdir, məsəl üçün, kimsə həkimdir, haqqında məqalə var. İnsanlar Wikipediyanın işləmə prinsipini bilmir. Həkimin şikayətini onun məqaləsinə yazır. Düşünə bilirsiniz bu nə deməkdir? Deyir ki, bu həkimin yanına heç kəs getməsin. Bu adam, məsələn, filankəsi öldürdü. Düşünə bilirsiniz, bunların hamısını izləmək. Yox, anlayıram. İndi, məsələn, İradə xanım burada 12-ci ildə o Xocalı və yaxud 20 yanvar haqqında məqalələrdən siz təsəvvür edin, 2005-ci ildə 20 yanvar məqaləsi hansı vəziyyətdə, yaxud da Xocalı soyqırımı məqaləsi hansı vəziyyətdə. Siz onu təsəvvür edə bilməzsiniz. Şəxsən mən bunların hamısını görmüşəm və bunlarla mübarizə aparmağın nə qədər çətin olduğunu da bilirəm. Çünki biz ən son variantda IP-ləri bloklamaqla bizim administrativ o əziyyət çəkən uşaqlar məcbur qalırlar IP-ləri bloklayırlar. Daim vandalizm, hər dəfə hücum. Amma heç bir dəstək almırsınız. Dəstək almırıq. Biz nəyin dəstəyini istəyirik? Baxın, gəlin mən sizə bir şey deyim. Wikipediada mübarizə metodunu bizim elə hörmətli deputatlarımız nə cür edir? Yaxud da özünün əhatə dairəsi olan, kütləsi olan insanlar nə edir? Girir, məsələn, görür ki, orada yazılıb ki, Bakı həqiqətən də Azərbaycan paytaxtı deyil. Düzdürmü? Mən elə deputatlardan soruşmaq istəyirəm. Bunu dəyişmək üçün nəsə bir fəaliyyət göstərmirsinizmi? Yəni, redaktə etmək istəyirsinizmi? Yox. Sadəcə onu skrin edirik. Dərhal skrin edirik. Facebookda, Instagramda haradasa paylaşırıq və deyirik ki, görürsünüz Azərbaycan Wikipediyası nə gündədir, Bakını Azərbaycan paytaxtı kimi qeyd eləmir. Və sonra böyük bir ajotaj yaranır. Saytlar bu haqda məlumat verir. Və həmin o şəxs də, deyək ki, bunu güya ki, işıqlandıran şəxs deyir ki, mənim sayəmdə həqiqətən Azərbaycan Wikipediyasına, Azərbaycan dil bölməsinə bir töhfə oldu. Mən bunu işıqlandırmasaydım, bu məqalə belə qalacaq. Amma halbuki bunun üzərində əziyyət çəkən, günlərini sərf edən insanlar var. Biz nə qədər Bakı məqaləsini nəzarətdə saxlaya bilərik? Axı, görün, minlərlə, 205 minə yaxın məqalə var. Niyə ancaq biz Mən bir sual verəcəm. Ola bilər, mənim sualım primitivdir. Mən istiqamətin fərqli yönə getdiyini düşünürəm. Yəni, sizin fikirlərinizdə, dəyərli dostum, ittiham var idi ya istiqamət? Yəni, bunu izah etməyə çalışın. Siz ittiham başqa bir məsələdir. Biz deməyə çalışırıq yəni, ki, təxribat etibarilə mən Wikipediada davamlı şəkildə fəaliyyət götürmək kimi bir öhdəliyim yoxdur. Yəni, buna heç vaxtım da yoxdur. Əgər imkan olanda, təbii ki, ona müdaxilə etməyə çalışırıq. Biz də fərqli peşələrin sahibləriyik. Biz də fərqli bir sahədə çalışırıq.
Məsələn, mühəndis kimi, həkim kimi, müəllim kimi. Aydındır. Siz mühəndis Amma kimi ki- çalışırsınız, amma mən eyni zamanda məqalə yazıram, Əlbəttə, şərhlər aydındır. verirəm. Amma indi mən başqa şeyi soruşacağam. işlərlə Qədir məşğul oluram. Quliyev də bizim studiyadadır, Wikipedia üzrə ekspert. Mən bir sual verəcəm. Biraz primitiv sual ola bilər. Bütün bunu Wikipediada məqalə dəyişikliklərini tənzimləyəcək, nəzarət edə biləcək süni intellekt mexanizmi yoxdurmu? Bir Ola bilməz. cavab vereyim Elçin müəllim. Ola bilməz? Məsələn, Elçin müəllim o dedi nəzarət edir, amma siz verişin əvvəlində nə qədər məqalə göstərdiniz və orada nə qədər dəhşətli məlumatlar vardı. Bəs niyə ona nəzarət olunmur? Bax, mən sualımı belə verirəm. Niyə ona mən nəzarət də olunmur? onu deyim. Vacib Biz- deyil 100 min dənə, nə bilim, 20 min dənə, 200 min dənə məqaləyə nəzarət etmək. Azərbaycan tarixi, həqiqətləri, mədəniyyəti olan məqalələrə nəzarət etmək lazımdır hər gün. Mən vaxtilə buna nəzarət edirdim və mən dəhşətə gəlirdim. Burada nəzarətə hərəsinə 2 dəqiqə, 2 saniyə vaxt lazımdır. Əvvəllər buna görə pul verirdilər sizə. Heç kəs heç nə Bəs vermir. niyə edirdiniz bu Wikipediada nəzarəti? Sadəcə olaraq mənim elmi işim o idi. İndi niyə eləmirsiniz? İnformasiya Əgər onda pul vermirlər. Sadəcə olaraq Wiki qrup tərəfindən mən oradan çıxarıldım. Çünki mən Hansı vətənpərvər Wiki idim. tərəfindən? Bir dəqiqə. Çünki mən vətənpərvər idim. Çünki Kim mən tərəfindən çıxarıldınız? Wikipedia qaydalarını ikinci plana keçirdim. Azərbaycan həqiqətlərini birinci plana keçirirdim. Mən orada Azərbaycanda xristianlığın təbliğinə qarşı çıxırdım. Azərbaycanda homoseksualizmin təbliğinə qarşı çıxırdım və buna qarşı mən özümə qarşı çox böyük bir qrupun hücumuna rast gəldim. Bir dəqiqə. Onda siz hardaydınız? Yaxşı sualdır. İstifadəçi adınız nə idi? İradə. Yox, orada da iradə gedirdi. İradə gedir. Rast gəlmişdiniz bu ada admin olaraq? Mən İradə xanımı tanıyıram, bəli. Yox, tanıyıram başqa. Bəs onu kim çıxartdı? Onu şikayət yazdılar həmən qrup Elçin tərəfindən. bəy, Niyə dəstək vermədiniz? Bircə dəqiqə keçməlim. Niyə dəstək vermədiniz, səs Mən vermədinizsə? sizə deyim, bizim bildiyimiz qədərilə, yəni mən şəxsən öz tərəfimdən deyirəm, bu yazışmalar hamısı şəxsi kontentdə baş vermişdir. Düzdür İradə xanım? Həm şəxsi, həm də Wikipedianın özündə. Bəli, Wikipediyanın özündə, yəni Wikipediyanın şəxsi özündə də münasibətlərin gedirdi. Wikipedia daşınmasına görə belə bir qayda vardı, mexanizm vardı və buna Şəxsi görə nə də münasibət daşıyıblar ki? Yox, burada şəxsi münasibət yox idi. Hamısı Wikipedia ilə bağlı idi. Yox, Hamısı bu Wikipedia ilə bağlı. müzakirələrin böyük bir qismi həm də şəxsi Yox, zəmində mən baş sizə verir. deyim. Şəxsi nə Wikipedia müzakirə olunub ki orada? istifadəçiləri tərəfindən mənim haqqında məktub getmişdi ki, İradə homofobdur. Və belə bir şey. Və o getmişdi Wikipedianın Bu görsün, bu məktubu kim göndərir, Hə. hara göndərir, bunu biz bilmirik şəxsən. Yəni, mən bunu bilə bilmərəm axı. Kim göndərmişdi? Wikipedia qrupu. Kim? Orada müəyyən istifadəçilər var. Mənim düzü yadımda deyil, müəyyən adlar vardı. İndi o çoxdan Görürsünüz, olmuş Wikipedia əhvalatda. qrupu Sadəcə belə olaraq bu bir nə qrup deməkdir? varmı? Yəni, Bu o deməkdir ki, fəaliyyət Wikipedia göstərir. istifadəçilərin çoxu Wikipedia qaydalarını Azərbaycan qanunlarından, Azərbaycan həqiqətlərindən, vətənpərvərlikdən üstün tuturlar. Bilirsiniz, Yox, belə bu bir aydındır, olacaq, hər cür adamlar olacaq. Gördünüz də Ramiz Mehdiyev kimi adamın hansı məsələdir. xəyanətləri üzə çıxdı. Yəni siz deyirsiniz indi Wikipedia mühitində də var istifadəçisi biz nə elələr. bilək kimdir? Yəni başqa Siz məsələ var. Axı siz zaten- deyirsiniz ki, əvvəl nəzarət Bilə eləyirdiniz. bilirsiniz, İndi niyə indi eləmirsiniz? Wikipedia'da yox. İndi çünki birinci mən orada deyirəm, ikincisi mənim indi o yaşımdır. İkincisi qruplar var. Məsələn, bax belə qruplar var. Hansısa bir təşkil olunan qruplar var. Və Mərkəzi Elmi Kitabxanada qrup Hədə var. qruplar var. Onlar və niyə öz məşğul olmur? öhdəliklərinə götürüblər bunu. Bəs niyə olmurlar? İndi olan öz işdir. Onu biz ona Gəlin, nəzarət edə bilmərik. icazə verirsə, Eçməmsə mütləq Əlbəttə, söz verəcəm. əlbəttə. Biz daha bir könüllümüz Qədir Quliyev burdadır. Qədir, vəziyyət necədir? Siz də dəyərləndirin. Biz əslində siz burada olmayanda dedik ki, bizim orada fədakar və əməyi keçən insanlar var. Təşəkkürümüzü bildirirəm. Amma təxribat da var. Siz də bunun qurbanı olursunuz, yoxsa yox? İlk öncə dəvət etdiyiniz üçün təşəkkür bildirirəm. Azərbaycan Wikipediyası verdim, açıq ensiklopediyadır. Yəni bu da istənilən şəxs qeydiyyatdan keçərək hər hansısa bir dəyişiklik apara bilər, hər hansısa bir məqalədə mənbə dəyişikliyi olsun, məlumat dəyişikliyi olsun apara bilər. Ancaq bunun qarşısı Wikipediyada inzibatçılar, patrollar, rollbakerlar tərəfindən daimi olaraq nəzarətdə saxlanılır və qarşısı alınır. Əlbəttə ki, belə deyim, həmin istifadəçi qrupu, məsələn, inzibatçıdır, rollbakerdir, patroldur, bunlar digər o vandalizmlə mübarizə aparmağa qarşı, yəni say azdır. Bizə əsas bu dəqiqə lazım olan əsas bir şey Azərbaycan Wikipediyasında lazımi könüllüləri, həmin o mübarizə apara biləcək könüllüləri artırmaqdır. Həmin sayları artırmaqdır. Bunun üçün də
çalışdığımız qədər mütəmadi olaraq təlimlər Bir keçirik. sual verim sizə. Sizin peşəniz nədir? Mənim peşəm hal-hazırda təhsil alıram. Aha. Universitetdə təhsil alıram. Belə peşəm yoxdur, amma gələcəkdə olacaq. İndi nədir? Nəyi oxuyursunuz? Mühasibat sot üzrə oxuyuram. Tamam. Mən niyə sualı verirəm? Aha. Bax, siz mühasibatlıqla məşğul olanda artıq Wikipedia könüllüsü ola bilməyəcəksiniz. Vaxtınız çatmayacaqdır. Mən sualı belə qoyuram. Milli maraqlar könüllərin ümidinə buraxıla bilməz axı. Niyə bunun üçün bir büdcə ayırıb xüsusi bir qrupumuz olmasın? Niyə sizin maddi təminatınız buradan olmasın ki, siz gecə, gündüz, səhər, axşam nəzarət məsələsini öz üzərinizə götürəsiniz? Axı bu pullar ayrılır, hara gedir? Birinci sual budur. Yəni mən ona görə deyim, könüllərin ümidinə qalmasın bu məsələ. Milli maraqlar məsələsidir bu. Bayaqdan bizim Elçin müəllimlə dediyimiz strateji məsələ könüllər də olsun. Biz onlara da təşəkkür edəyik. Amma burada axı bu ciddi məsələdir. Yəni bu elə belə şey deyil. Bizim bir reklam arası var, ondan sonra davam edək. Təravətli saç dibləri, Saç boyu nəmlənmə. Elsef Gyalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır, Gyalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Gyalron Balans ilə L'Oréal Paris'dən. Garnierdən frukti sos bərpa, bitki keratini və marula yağı ilə saçın kutikulasına daxil olaraq itirilmiş keratini doldurur. Saçlar 10 dəfə daha güclü və 7 dəfə daha hamar olur. Garnierdən təbii. Davam eləyək. Sizlə davam elətdirəcəm. İcazə verirsə Qədir müəllim çox maraqlı bir məsələyə toxundu. Mən hesab edirəm ki, bu təkcə könüllərin ixtiyarında olmamalıdır. O mənada ki, könüllərin vaxtı olmaya bilər, işi var, gücü var, yəni bu qayğıları var. Bayaq da Elçin müəllim də dedi, indi bu 100 dənə qayğısı var. Bu aydın məsələdir. Başqa nə edə bilərik? Başqa formada bayaq qeyd etdiyim kimi, yalnız və yalnız xüsusi təlimlər keçərək, yəni necə ki mən hardasa bir bu müddətdə, mən fəaliyyətə başladığım müddətdən bu günə qədər təqribi 6 və yaxud da 7 təlim keçmişəm ki, burada müxtəlif gənclər qoşulub. Siz keçmisiniz? Aha, bəli. Mənim təlimlərim olub, onlayn təlimlərim olub, onlayn formada, tam təmənnasız formada təlimlər aparmışam və bu Wikipedia üçün məncə dəyərli olub, kifayət qədər töhfələr də verilib. Əsasən yəni bu istiqamətdə getməliyik ki, Azərbaycan Wikipediyasında lazımi Qədir müəllim, bir sual da verim, üzr istəyirəm. Biz birinci dəfədir sizinlə danışırıq, ona görə suallarım çox yaranır. Siz hansı mövzularda məqalələr özünüz yaradırsınız və neçə ildir fəaliyyətdəsiniz? Mən 3 ildən çoxdur fəaliyyətdəyəm, Azərbaycan Wikipediyasında fəaliyyətdəyəm, patrul xidməti aparıram, ən çox patrullama edirəm, məsələn vandalizmin qarşısını alıram. Onda bizi də patrula götürün, çünki bu verilişdən sonra bizə qarşı vandalların hücumu başlayacaqdır. Ola bilər, yəni o biri də Ağstafada oturubdu özdə, yeri gəlmişkən vandallardan biri. Buyurun. Elə bu istiqamətdə fəaliyyət göstərir. Yəni Azərbaycan Wikipediyasında kifayət qədər patrullar da var, inzibatçılar da var ki, kifayət qədər vandal mübarizə də olur. Həmin o mübarizənin də qarşısını ala bilirik. Əsasən indi gəldik hansı mövzularda məqalələr yaradıram. Ən çox kitablar barədə yaradıram, tarixi mövzularda yaradıram, idmançılar barədə yaradıram, Azərbaycan idmançıları haqqında yaradıram. Yəni bu tip məqalələr üzərindən çox işləyirəm. Bir sual verəcəm sizə də, Elçin müəllimə də və sonra bu sualı Elçin Mirzəbəyliyə yönləndirəcəm. Daha doğrusu sual yox, hökm verməyi ona tapşıracağım, xahiş eləyəcəm. Çünki bu ciddi məsələdir. Wikipediyada belə bir məsələ də var. Yəni ensiklopedik şəxs deyil deyə manipulyasiya eləmək. Və burada rüşvət rol oynayır. Yoxsa doğrudan da bunlar ensiklopediyanın belə fədakarlarıdır. O kimisə ensiklopedik şəxs olmayıb deyə pozanlar. İndi siz patrulsuz bilərsiniz. Belə deyim. Hər hansısa bir şəxs haqqında ilk öncə Wikipediyanın müəyyən qaydaları var. Həmin qaydalara uyğun yaradılırsa və qaydalara cavab verirsə, bu ensiklopedik şəxs olur. Yox, həmin qaydalara əgər cavab vermərsə, onu heç bir formada silmək mümkün deyil. Yəni çünki bu müzakirəyə çıxarılır əvvəl. Bizdə silinmə, namizəd səhifələr hissəsi var. Həmin hissədə müzakirəyə çıxarılır və bu müzakirə olunur. İcma tərəfindən müzakirə olunur. Əgər ensiklopedikliyi təmin olunmursa, o zaman silinə bilər. Yox, əgər şəxs Wikipedia qaydalarına cavab verirsə, o zaman məqalə heç silinə bilməz. Mən sizə bir nümunə deyəcəm və xahiş eləyəcəm patrulluğu öz üzərinizə götürəsiniz. Azərbaycanın bir yazıçısı Güney Azərbaycanda fars
Molla rejiminin törətdiyi cinayətlərlə bağlı bir əsər yazmışdı. Məhz bu əsərdən sonra özləri yığışıb, iclas edib, tez bir qərar verdilər, onun Wikipediyası silindi. Yarandı yenidən, bir saat sonra yenidən silindi. Əsaslandılar ki, ensiklopedik deyil, amma bütün qaydalara uyğun olmasını biz özümüz də nəzarət eləmişdik ki, bir neçə nəfər hətta sizin tanıdığınız adamlar da yoxlamışdılar ki, heç bir problem yoxdur. Bəs bu nədir? Bu vandallıqdır da, doğrudurmu? Bunu vandalizm adlandırmaq olar. Buna qarşı mübarizə üçün nə etməliyik? Buna qarşı mübarizə yalnız və yalnız o silinmədən birbaşa heç cür silinə bilməz. Silinəndə müzakirə çıxarılmalıdır və müzakirədə kifayət qədər həmin məqalə barədə məlumatı olan şəxslər iştirak etsə, o zaman heç cür silinə bilməz. Amma o İştirak etməsə? silinəcək. Etməsə, əlbəttə ki, silinəcək. Vəssalam. Bu qədər sadə. Demək, biz işimizi ehtiyatlı tutub gecə-gündüz orada iştirak edəcək çevik Facebook alayı, üzr istəyirəm, Wikipedia alayı yaratmalıyıq. Hə? Elçin müəllim, mən sizə deyim ki, orada məsələn ola bilsin ki, qaydalara görə ensiklopedik şəxsdir. Amma sonra ki, o yığışırlar o qrup, səsvermə keçirirlər. Və onu qərar gəlirdilər ki, onu silsinlər, ondan sonra onu bərpa eləmək mümkün deyil. Və heç cürə sübut eləmək olmur ki, axı qaydalarda bu var, bu ensiklopedik şəxsdir, amma mümkün olmur. Yəni orada deməli belə çıxır ki, 5-6, özü çox adam səs vermir orada. 5-6 nəfər, çox 3 nəfər. 3 nəfər səs verir, silinsin və salam. O adamın taleyi həll olunur orada. Bu nə deməkdir? Çox yaxşı sualdır, nə deməkdir? Elçin müəllim, bu sualı sizə də verəcəm, bizim Qədir müəllimə də verəcəm. Bayaq bizim İradə xanım dedi ki, Wikipediyanın bir çox istifadəçiləri milli maraqlardansa Wikipedia maraqlarını üstün tuturlar. Sizdə bundan bağlı bir sual yoxdur? Belə deyim, milli maraqlar öz yerində, Wikipedia qaydaları öz yerində. Əgər bir Wikipediası təcrübəli istifadəçi Azərbaycan Wikipediyasına fəaliyyət göstərirsə, həmin Wikipediyanın, əlbəttə ki, Wikipedia Azərbaycanın rəsmi platforması deyil, bu qlobal bir şeydir. Əgər fəaliyyət göstərirsə, həmin Wikipediyanın qaydaları çərçivəsində fəaliyyət olmalıdır. Yəni, qaydalardan kənara çıxarsa, bu bloklanma ola bilər, müəyyən bir zamanda blok tərtib oluna bilər, məqalələrin silinməsi. Elə bir şəxs var ki, məsələn, hər hansı bir şirkətin rəhbəridir, daxil olur, öz şirkəti haqqında şişirdilmiş reklam məlumatları əlavə edir. Əlbəttə ki, bu Wikipedia qaydasına uyğun deyil. Yəni bu ziddir. Çünki bu Wikipedia hər hansısa bir reklam platforması deyil, Facebook və Instagram deyil. Siz Azərbaycanla bağlı tarixi ərazi məqaləsini oxumuşdunuz? Heç oxumusunuz Wikipedia? Bir sıra tarixi ərazilərlə bağlı məlumatlar əldə etmişəm, oxumuşam. Bu məqalə Azərbaycan tarixi ərazi. Tam olaraq tanış deyiləm, amma ki... Heç mənim siz tanışsınız? Mən tanışam, bəli. Bəs niyə silməmisiniz bu sözləri? Baxın, mən sizə elə onu deyirəm. Baxın, orada ən əsas məsələlərdən biri nədir? Nədir? Hər hansı bir cümlə də belə olsa, əlavə olunursa, əgər onun mənbəsi ora qeyd olunubsa, bunun silinməsi üçün xüsusi bir müzakirə açılır. Əgər mənbəsi qeyd olunubsa. Məsələn, gəlin siz, mən sizə belə bir primitiv bir misal çəkim. Biz ən çox problem yaşayırdıq müharibə itkiləri ilə bağlı. Azərbaycan və Ermənistan arasında olan müharibənin itkiləri ilə. Çünki hər iki tərəf öz dil bölməsində rəqəmləri şişirtmişdir. Sonra belə bir kontent öz aramızda qəbul etdik. Mən çox uzun istəyirəm, bunu deyim sizə. Ermənistan mənbələrinə əsasən bu qədər, Azərbaycan mənbələrinə əsasən bu qədər yazmağa məcbur qaldım. Başqa bir sual verim. Durmadan dəyişdirilir. Elçin müəllim, mən bir dənə sayt açıb, sayt açmayayım, nə bilim, haradasa bir küncdə, bucaqda, bir saytda bir yazı yazım, onu mənbə kimi göstərim. Bu deməkdir ki, oldu mənbə. Mənbələrin özünün bir kateqoriyası var. Yəni, burada göstərilən bu mənbələr var, 1, 2, 3. Bu mənbələr heç bir elmi mənbə deyil axı. Bu kiminsə haradasa bir köşəsində yazdığı bir nağıldır. Yaxud da, yaxşı, demirsiniz mənbə, başqa bir məqalə. Genetik tədqiqatlılar Azərbaycanın. Yazır ki, Azərbaycanda türklər az sayda kişilərdə olduğu üçün onların və s. indi mən bunu bir də təkrarlamaq istəyirəm. Heç bir mənbə də yoxdur və bu qalır. Bunu görməmisiniz? Bəli, oxumuşam, görmüşəm. Niyə silməmisiniz? Deyirəm axı, bəs biz mənbə yoxdur. Biz ona mı sərf eləyəcəyik ki, biz oturaq bunların hamısının üzərində işləyək? Siz niyə silməmisiniz? Sözün açığı mənim qarşıma çıxmıyor. Siz kimisə silmisiniz Wikipediyada? Ensiklopedik olmayan şəxslər. Kimi?
Tam olaraq yadımda deyil kimlərdir, amma ki, yəni bir Prinsip nə idi? Bəs elə sadəcə ensiklopedik deyil, yoxsa? Yəni baxırıq ki, bu şəxs özü haqqında məlumat yaradıb. Necə yaradıb? Özünü reklam eləyir, özünün ən azı 2-3 saytda bunun haqqında məlumat paylaşılıb. Bu da ki, yəni deyir ki, mənim 2-3 sayt məlumat paylaşıb, mən artıq Wikipediyada ola bilərəm, amma bu Wikipediya qaydalarına tam olaraq ziddir. Qaydalarda necə yazılıb, neçə saytda olmalı? Var hə bunlar? Etibarlı mənbələr olmalıdır. Etibarlı mənbə nə edir? Məsələn, etibarlı saytlar olmalıdır. Məsələn, mən özüm üçün nə bilirsiniz, bu sayt etibarlıdır yoxsa etibarsızdır? Onu artıq baxırıq, izləyirik ki, yəni bu sayt məsəl üçün bunu belə deyim. Mən özüm üçün blog bir sayt açıram. Bu da özüm haqqında məlumat yaradıram və bu heç də etibarlı bir mənbə deyil. Köklü bir sayt olmalıdır. Nə deməkdir köklü sayt? Kifayət qədər tanınmış, kifayət qədər etibar olunan saytlar olmalıdır ki, bunlar əlavə oluna bilsin. Hekim bəy, icazə verirsiniz, mən bəzi məsələlərə aydınlıq gətirim. Problemin kökündə o dayanır ki, peşəkarlar haqqında ictimai rəy qeyri-peşəkarlar formalaşdırır. Yəni, Wikipediyada çalışan insanların böyük əhəmiyyətini, nə Azərbaycan ədəbi dilinə aidiyyatı var, nə tarixçidirlər, nə fundamental araşdırmalarla məşğul olmaq imkan və potensialları var. Və bu insanlar mənim kimi, sizin kimi, başqaları kimi insanlar haqqında, Azərbaycan tarixi haqqında, dili haqqında, mədəniyyət haqqında rəy formalaşdırmaqla məşğuldurlar. Problemin kökündə dayanan ondan ibarətdir ki, biz baxış bucağımızı müəyyənləşdirməliyik. Bu öz fəaliyyət platformasıdır, qeyri-peşəkar platformasıdır. Amma problemin kökündə dayanan aspektlərdən biri ondan ibarətdir ki, öz fəaliyyət platforması, peşəkar platforması öz şərtlərini diktə edir. Hansısa orta təhsildən yuxarı hansısa bir müəyyən bir təhsili olan və yaxud ictimai-siyasi həyatda hansı bir rolü olmayan, təcrübəsi olmayan, Azərbaycanın yaxın keçmişdə baş verən hadisələri ilə bağlı ümumiyyətlə məlumatı olmayan insanlar rəy formalaşdırırlar və proseslərin içərisində yer alaraq Azərbaycan tarixi haqqında fikir yürüdür, mülahizə yürüdürlər. İstinad mənbələri də biz uzun illərdir ki, həm çap mediasında, həm deməli internet mediada, həm də televiziyalarda olmuşuq, yəni uzun bir yol keçmişik də informasiya ilə işləmək və s. Bu insanların heç birinin informasiya ilə işləmək təcrübəsi yoxdur. Yəni bu baxımdan bu prosesin içərisində istinad etdiyi mənbələr də etibarlı mənbə bilirsiniz də nə deməkdir? Hansı mənbələrə istinad etmək lazım? Hansısa saytın yazdığı, sənin müəyyənləşdirdiyin sayt etibarlı mənbə deyil. Ona qalarsa Azərbaycanda beynəlxalq müstəvidə istinad olunan bir neçə internet resursu var. Sən nəyə istinad edirsən? Bəli. Hansısa hətta qeydiyyatdan keçməmiş bir resursun yazdığı məlumata istinad edərək hökm çıxarırsan. Baxın, bir məqamı qeyd edəcəm. 5-6 ay bundan öncə bir siyasi proseslərlə bağlı bir məqam baş vermişdi. Mənim Wikipedia səhifəmdə ardıcıl olaraq 7-8 dəyişiklik oldu. Mən düzəltdim, yenidən qaytardılar. Mən düzəltdim, yenidən qaytardılar. Bu adamların işi, gücü yoxmuş kimi bir siyasətçiyə, bir elm adamına köklənirlər. Məqsədyönlü köklənirlər. Pul istəyirdilər. Əlbəttə, məndən istəmirlər. Başqa adamın vasitəsilə yönəldirlər bu istiqamətləri. Yəni, kimlərin də işlədiyi məlumdur. Bu yanaşma tərzi baxımdan əslində burada kiberdələduzluğun bir hissəsi var. Motivləri var. Bu qənaətimə görə bu motivlər də ciddi şəkildə araşdırılmalıdır. Haqlısınız. Bu mənada belə zərrə qədər bir mübahisə yox, heç müzakirə predmeti yoxdur sözünüzdə. Mən, siz əslində dediniz, biz qulaq astıq. Gənc, bizim indi fədakar oğlandır, çalışır, işi deyil, peşəsi deyil, maaş da almır. Biz ondan heç nə tələb edə bilmərik. Amma dəstək dura bilərdi da sizə. Nə vaxt sizi çıxartdılar? Siz nə vaxt çıxartdılar? Məndə çoxdan olub bu. Nə qədər çoxdan? Bir 10 il olar. 10 il? Hə, yəni ki, bu çoxdan olub, yox. Amma siz 10 ildən sonra bərpa oluna bilərdiniz ayrı adla? Yox, məsələn 10 il olsa da mən işləyirəm orada. Yəni, işləyirsiniz, ayrı adla. İdarəçilikdən çıxarıblar. Yəni, problem yoxdur, onun heç bir problemi yoxdur. Məsələ ondadır ki, burada, siz necə, oradakı işləyənlər, uşaqlar çoxu heç ali təhsillər də yoxdur. 15-16 yaşında uşaqlardır və onların mənim düzdür deyil, heç informasiyanı işləmək bacarığı yoxdur. Bəzən hətta nəinki tanınmayan bir mənbəyə istinad edirlər. Düşmən saytın, məsələn, qarşı tərəfin bizə qarşı olan bir informasiya mənbəyinə istinad edirlər bəzən. Bax, bu bəzən yox, bir çox hallarda. Çox hallarda və bu adamı doğrudan da belə təəccübləndirir. Sizə deyim ki, məsələn, Azərbaycanın informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi strategiyası var və o strategiyada yazılıb ki, Azərbaycanın
milli təhlükəsizliyin bir istiqaməti də internet mühitində Azərbaycan deməli haqlarını, Azərbaycan mənafeyini qorumaqdır. Və əgər bunlar bu barədə ümumiyyətlə fikir, düşüncələri yoxdursa, heç bundan məlumatı yoxdursa, bu gəlib burada Wikipediyada Azərbaycan haqqını, Azərbaycan hüququnu necə qoruyacaq? Çox maraqlı sualdır. Mən bir sual verəcəm hörmətli Elçin Quliyevə. Elçin müəllim, səhv eləmirəmsə Ayda xanımla bir yerdə işləyirsiniz, hə? Əliyev, üzr istəyirəm. Əliyev. Quliyev yox, Əliyev, Elçin Əliyev. Hə, üzr istəyirəm, Elçin Əliyev, üzr istəyirəm. Siz Ayda Aslanova ilə bir işləyirsiniz də? Hər hansı bir qurumda bir işləmir. Bilirəm. Müxtəlif yerlərdə bəli bir yerdə olur. Hə, Ayda xanımın özünü necə də, o çox fəaldır Wikipediyada, ona görə soruşuram. Bəli, təlimlərin keçirilməsində çox fəal. Bilirəm. Onun özünü dəvət edirlərmi Mərkəzi Elmi Kitabxanaya? Orada fəaliyyəti varmı? Bu barədə mən bir Məlumatımız yoxdur. Biz niyə görə? Biz ən çox bu tədbirlərdə görüşürük. Hansı ki, bu da öz fəaliyyət hissəsidir. Çünki danışırıq, görüşək, hansısa bir məsələni müzakirə eləyək. Yox, bilirəm. Mən Ayda xanımın fəaliyyətindən yaxından tanışam, yəni sosial media üzərindən əlbəttə. Amma sadəcə mənim çox maraqlıdır, Mərkəzi Elmi Kitabxanaya kimi yığıblar? Yaxşı, Kanadaya gedənləri bildik. Onları göndərənləri də bilirik kimdir. Bəs indi kimdir? Və onlar nə iş görür? Tanıyırsınız onları heç? Biz Mərkəzi Elmi Kitabxananın, bilirsiniz, orada bilirsiniz də, İradə xanım daha yaxşı bilir. Nickname-lərdən istifadə olunur. Yəni, bilirəm, mən də bilirəm, mən də nickname-lənəm. Yəni, adlar gizli saxlanılır və s. Biz elə baxırıq ki, kimsə məsələn redaktə eləyir. Məsələn, mən özümü götürürəm. Baxıram ki, açıq adlarla redaktələr başlayır. Öz adını da, soyadını da yazıb rahat-rahat redaktələrini eləyir. Kifayət qədər yaxşı mənbələrə də əsaslanır, deyək ki, ensiklopediyaya da əsaslanır. Məsələn, biz xatırlayıram bu hadisəni ki, biz Mərkəzi Elmi Kitabxanaya müraciət eləmişdik və Azərbaycan ensiklopediyasına müraciət eləmişdik ki, heç olmasa bizə skan versiyalar verilsin. İstəmirik kopyalayıb yerləşdirək, amma skan versiyalar bizə verilsin ki, biz məlumatları daha rahat yerləşdirək. Nə dedilər? Bilirsiniz, məsələn, biz Azərbaycan Sovet Ensiklopediyasını deyək ki, kiminsə evində varsa... Elçin müəllim, nə dedilər? Cavab yoxdur. Bax, mən onu deyirəm, cavab yoxdur. Və indi bir sual da yaranır. Hörmətli Elçin Mirzəbəlidən soruşmaq istəyirəm. Azərbaycan Ensiklopediyası dövlət qurumudur, doğrudurmu? Bəli. Və dövlət büdcəsi ilə onlar işləyirlər, sağ olsunlar, ensiklopediya yaradırlar. Bax, onların elektron mənbələrinin yaranması önəmli məsələdir. Siz dediniz ki, bizim informasiya texnologiyalarımız buna cavab vermir. İcazə verin İradə xanımdan soruşaq. Doğrudanmı o ensiklopediyadakı... Yox, cavab vermir demədim. Mən mövcud olanların internet resursuna daşınmasından danışdım. Amma bu hazırda hamısı rəqəmsal yazılırdı, onsuz da. Bax, bunun bir dənə sayt kimin, Wikipedia kimi Azərbaycan ensiklopediyasının axtarış sistemlərinə üzə çıxması, orada məlumatların yerləşdirilməsi çətindirmi? İndi belə bir şey deyim də sizə, Wikipediyada belə bir qayda da var ki... Wikipediyanı demirəm. Azərbaycan ensiklopediyasının saytının işlək olması çətindirmi? Yox, çətin deyil. Və niyə eləmirik? Milli Təhlükəsizlik konsepsiyasının özündə belə bir şey var ki, Azərbaycan tarixi, kitabları, elmi bütün kitabxanası hamısı rəqəmsallaşmalıdır və internetdə açıq olmalıdır. Kim eləməlidir? Bu qanun var, bu sərəncam da var. Bildin mi? Orada yazılıb kim eləməlidir? Orada belə müəyyən təşkilatların adı yazılıb, akademiyada onun içindədir. O akademiyanın işi ayrı işdir, qoşa qanatla. Amma məsələ ondadır ki, bir var sərəncam verilir, bir də var artıq bu təşkil olunmalıdır. Mən bu təşkilatı demirəm. Azərbaycan ensiklopediyası deyilən, bax, bina var. Görübsünüz hamınız o binanı. Ensiklopediyada çap olunur, heç kim ala bilmir. Çünki çox bahadır. Ala bilibsiniz Elçin müəllim? Keçmişdə almışam, amma müasir dövrdə yox. Müasir dövr deyil. Bir cildi 150 manatdır. Nə ilə alacaq? Mən uşaqsın bir cildini o qədər verəcək imkanımız yoxdur. Üstəlik də biz hamımız bilirik ki, kitabda çap olmuş məlumatın yenilənməsi böyük bir prosesdir, təzədən çap olmalıdır, amma yəni ona görə asan ensiklopediya adlanır ki, Wikipedia. İndi sadə bir sualdır. Azərbaycan ensiklopediyasının elektron versiyası niyə yoxdur ki? Biz ancaq qalmışıq bu Wikipediyanın ümidinə və orada da kim nə istəyir onu eləyir. Bax, bir dənə mənim bu sualıma kimsə cavab verə bilər. Və bura əslən cavab vermək üçün ensiklopediyadan çağırır. Deyirlər, bizim çox vacib işlərimiz var. Olarmı biraz haşiyədən kənara çıxacam? Çıxarsınız, amma bir məsələ var. Elçin Mirzəbəyli bayaq dedi ki, onlara deyirəm ki, nəfəslikləri açın, hava dəyişsin. Onlar nəfəsliklərini açılsa, xörək iyisi.
akademiyadan yayılan xörəyi bütün Azərbaycanı bürüyəcək. Açmasınlar, elə orada Deməli, qalsın. içərinin havasını təmizləməsini deyirəm. Ha, o Fərqi çölə yox. çıxacaqdı, o hava xörəyi isə çölə Düşüncədən gedir, çıxacaq. təfəkkürdən Dəyişməyəcək, gedir. dəyişməyəcək. Siz indi dediniz, haşiyə çıxmaq istəyirsiniz, buyurun. Mən müraciət etmişdim. Azərbaycan İdman Ensiklopediyası tərtib etmək istəyirdim. Şəxsən özüm. Azərbaycanda idman oyunlarına, komanda idman növlərinə aid ensiklopediya təşkil etmək istəyirdik və müraciət elədik federasiyalara ki, bizə sadəcə icazə verin, sizin arxivlərinizə baxaq. Yəni biz görək ki, Azərbaycanda 18-ci ildən bu vaxta qədər nə qədər komanda olub? Futbol, voleybol, su polosu və yaxud xokkey. Bunların arxivlərini götürək, ensiklopediya halına salaq və onları da sonra etibarlı mənbə kimi, yəni ensiklopediya Aydındır, göstərəsiniz. Və etibarlı mənbə kimi yerləşdirək ensiklopediyaya. Nə dedilər? Wikipedia. Mən hələ də o barədə cavab almamışam. Məktub da göndərmişəm, görüş də istəmişəm, amma hələ ki cavab ala bilmirəm. Gənclər İdman Nazirliyi nə dedi? Biz əslində səfərbər olsaq, hamımız səfərbər olsaq, elmə xidmət etmək adı ilə mən hesab edirəm ki, bizim Wikipediyada da yaranmış problemlər öz həllini tapar. Ondan sonra digər məsələlər də öz həllini tapardı. Mən elə düşünürəm. İndi biz məsələyə təkcə o prizmadan xahiş edirəm baxmayaq ki, siz heç görmüsünüz hansısa bitki haqqında vandalizm olsun, bitki haqqındakı məqalələr. Yox. Bir məqama Olmur. diqqət Niyə çəkin olmur? və ya Çünki ancaq məsələyə siyasi kontentdən baxılanda olur. Yəni Aydındır. Mən başa düşdüm, mən bir şey demirəm. Mənim narahat olduğum başqadır. Siz bayaq da qeyd elədiniz. Hamınız çıxışınıza başlayanda bunu dediniz ki, azad ensiklopediyadır, hər kəs yaradıb, redaktor kimi orada qoyduq qırağa. Mənim sualım budur. Azərbaycan ensiklopediyası niyə yoxdur bu sosial mediada, belə internetdə? Onun sosial media hesabı yoxdur. Orada olan məqalələr niyə üzə çıxmır? Bax, mən bu sualı verirəm. Yəni, buna cavab axtarırım, tapa bilmirəm. Buyurun. Şəxsən mən Wikipedia könüllüsü kimi Milli Məclisə müraciət edərdim. Gəlin bizə bir ensiklopediyanın verin, həmin bu Azərbaycan ensiklopediyasını. Biz də könüllü kimi bunu yerləşdirək. Milli Məclis necə versin Azərbaycan ensiklopediyasını? Azərbaycan ensiklopediyası ayrıca bir Biz kimə təşkilatdır. müraciət edəyik? İndi mən bir könüllüyəm. Mən məsəl üçün deyək ki, hər hansı bir peşədə çalışıram, amma istəyirəm ki, zənginləşdirim Wikipediyanı. Siz könüllüsüz. Bəli. Biz televiziyaya müraciət eləmişik, qonaq çağırmışıq bu mövzu ilə bağlı. Deyir, bizim işimiz var. Bizə bu cavabı verirsə, könüllünü Buyurun. döyüb qovarlar oradan. Yəni, bu heç eləməyin. Orada o binanı beləcə mühafizə edirlər, orada işçilər. Heç kim də yaxın qoymurlar. Gələnləri də vurarlar, eləyərlər. Getməyin ora. Mən sizin problemlərinizi eşitmək istəyirəm. Siz hansı problemlərlə, nəyi eləmək istəyirsiniz, eləyə bilmirsiniz və niyə? Hal-hazırda eləyə bilməyəcəyimiz problem deyəndə, məsələn, bizə lazımdır məkanlar ki, xüsusi məkanlar lazımdır ki, biz könüllülərə təlimlər keçək, təlimlər olsun və müraciət edibsiz Mərkəzi Elmi Kitabxanaya? Xeyr, müraciətim Niyə? olmayıb. Çünki onlayn formada davam etməyi üstün tuturam. Yox, dediniz məkan lazımdır, bir də özür Məkan istəyirəm. hal-hazırda lazımdır, amma ki... Mən də sual verirəm, müraciət eləmişsiniz? Xeyr, müraciət Niyə eləmirsiniz? Orada məkan ayrılırlar da. İnanmıram ki... Niyə inanmırsınız? Eləyin də, bir dəfə eləyin. Sonra əsasınız olsun. Bilirsiniz, o lotereya məsələsinə oxşadı. Sən bir al da bu lotereyanı. Bəlkə ayıracaqlar o məkanı. Orada təlimlər olur. Onlar mən deyim, əsas problem nədir? Əsas problem bizim gənclərimizin, bizim hələ tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaxşı bilməməkdir. Adət-ənənələrimizi bilən də vaxtı yoxdur, hövsələsi yoxdur. Çünki yaşlı nəsildir, onun da vaxtı yoxdur. Amma cavanlar bilmir. Ona görə mənə elə... Niyə bilmir? Test verib imtahanla... Yox, məsələ onda deyil. Test verib imtahan verin. Bəzən siz... Tarixdən imtahan vermişsiniz? Əlbəttə. Neçə bal yığmışsınız? Ümumi olaraq 412 baldan keçmişəm. Yox, məsələ onda deyil ki, qarşı tərəf. Siz necədir? Məsələn, tutaq ki, Rus ya İngilis ya digər Wikipediyanı götürək. Misal üçün, hələ Azərbaycan... Yox, Rus İngilis deməmişim. Yox, belə deyil də. Lap yaxşı bizimkiləri götürək. Qarşı tərəfdir. Yəni, əks bir ideya sürür ki, tarix belədir. İnformasiyanın əlçatanlığı problemidir. Onu sübut etmək üçün, yəni düzgün informasiyanı daxil etmək üçün bu adam düzgün fikirləşməlidir və düzgün mənbə olmalıdır. Əgər onun əlində Azərbaycan ensiklopediyasının Azərbaycan məqaləsi olsaydı, o mənbə istəyəndə çıxardıb onu göstərsəydi, qarşı tərəf susacaqdı. O yoxdur bizdə. Həm də ki, təfəkkür olmalıdır. Yəni, kitabla işləyəcəkmi? Siz özünüz də çox yaxşı bilirsiniz axı ki, Wikipedia Azərbaycan dili bölməsi təzə-təzə yaradılanda siz deyim, baxın, siz hamınız yəyin ki, buna güləcəksiniz ki, biz təzə-təzə o vaxtları bir neçə idarəçilər var.
Kənardan indi dediyim oturmuşlar, başqadır. İrandan Və oturmuşlar. necə təkrar edirəm Dediyim bunu. tarix yazırdıq. Bax, burada səhv fikirdir. O mənada ki, Wikipedia da işləyənlər, onlar tarix bilməməlidir. Onlar texnikanı bilsin, hövsələsi Yox, elə olsun. deyil. Deyəcəm elədir. Mənbə, zəhmət çəkək, mənbələri qoyaq da internetə. Biz mənbələri gizlədirik, arxivi gizlədirik, qapılarını bağlayırıq, ensiklopediyanın qabağını bağlayırıq, məlumatları gizləyirik, o deyir gənclər də bilmir. Hardan bilsin? Yox, mənbəni qoyandan sonra o mənbənin düzgün olmasını hələ nə olsun ona etibarlı mənbə var. Siz hələ orada hər bir məqalənin arxasında, indi gəncimiz bilir, müzakirə səhifəsi var. Siz o müzakirə səhifəsində öz dediyinizi, öz yazdığınız, hətta mənbə olsa belə düzgün əsaslandıra bilməsəniz, o məlumat silinə bilər. Baxmayaraq ki, mənbə var. Bilirəm, düzgün əsaslandıra bilməsə. Amma o kifayət qədər ciddi mənbə olsa və bunu Google-da eləmək mümkündür. O alqoritmlərlə, hətta reklamla mümkündür. Yaxşı reklama qoyulsa, o tezliklə ciddi mənbə kimi, populyar mənbə kimi göstəriləcək. Söhbət Azərbaycan ensiklopediyası. Dövlət resursu kimi yaranacaqsa, ensiklopediyanın ona istinad edəndə onsuz da etibarlı mənbə sayılacaq. Yəni buna ehtiyacı yox. Hələ heç ona da ehtiyac yoxdur. Amma belə, hətta istəsək bu yolla da mümkündür. Elə də xanım, mümkündür. Mən sizə deyim də, o təcrübə bizim başımıza gəlib. Yaşında neyiniyək? Rus Wikipediyasında Şuşa məqaləsi vardı. Ermənilərin də, bizdən də həddən artıq çox mənbələri var, bilirsiniz də. Əvvəl gedirlər hansısa bir saytda, möhtəbər saytda yazırlar onu, informasiyanı, o xəbər agentliyində tanınmış və ona istinad verirlər. Biz də yazırdıq. Amma ki, biz artıq burada gedir qarşı durma. Siz öz mənbəyinizi qoruyursunuz ki, bu düzdür. O da öz mənbəyini qoruyur ki, bu düzdür. Onda, məsələn, nə baş verir? Ən yaxşı halda, ən pis halda sizin variantı silirlər. Deyirlər ki, bu mənbələr daha yaxşıdır. Ən yaxşı halda iki variantda saxlayırlar ki, bu mənbəyə görə belədir, bu mənbəyə görə belədir. Deyim sizə, Azərbaycanın rəsmi mənbələrində əgər Xocalı faciəsi ilə bağlı yazı ingilis dilində 3 cür yazılırsa, Xocalı sözünün özü, bu artıq mənbənin şübhə altına alır ki, bu necə ola bilər? Birində KH-dır, birində nədir, nəsə. Mənim dediyim də odur ki, o mənbəyə görə hətta gəlib müdafiə edəsən o yazdığını. Axı, biz hələ bilmirik Xocalı sözünü ingiliscə necə yazırıq. Biz bilmirik Çələbi xalçasını necə yazırıq. Hərəmiz bir cür yazırıq və rəsmi mənbələr, hətta hörmətli Elçin Mirzəbəylinin dediyi dövlət mənbələrinə məxsus mənbələr düz yazmırlar. Biz xarici dil hələ bir buraxaq, biz öz dilimizi düzəldə bilmirik. Azərbaycan dilini dəstəkləmirik Google axtarış sistemi. Niyə? Sizin institutun işidir də bu ki, dəstəkləsin. Əslində bizim institutun işi deyil, amma ki bizdə elmi tədqiqat müəssisəsidir. Biz elmi işlə, monitorinqlə məşğul oluruq, siz monitorinq aparırsınız ki, Google niyə bizim axtarış sistemi Azərbaycan dilini dəstəkləmir? Elə orada bir problemlərdən biri də dil problemidir. Nə çıxdı? Kimdir günahkar orada? Mən sizə deyim ki, mən bir Qazaxstanda konferansda olanda orada Google-dan işçilər var idi, Kirgiz uşaqları idi, gəlmişlər və onlarla bu barədə çox söhbət elədik və əsas məsələ nədir? Bizdə rəqəmsallaşmış mənbələr azdır. Bəs mən də onu deyirəm də. Niyə yoxdur bu mənbələr? Mən axıd bayaq elektron lüğətlər yoxdur, institutlar yazır durmadan. O problemdir, gəlib çıxır ora, bir dəfələrlə qalır. Bu institutlar axı jurnallar yazırlar, kitablar çap olunur, nə bilim o sərgilərdə göstərirlər o kitabları. Bunu elektronlaşdırmaq çətindir. Amma bizim institut nə məşğul olmur ki, biz kitabları elektronlaşdıraq. Onu kitabxanalar eləməlidir. Hər bir kitabxananın özünün informasiya şöbəsi olmalıdır, insan texnologiya şöbəsi olmalıdır. O işlə məşğul olmalıdır. Elmi kitabxananın informasiya işlərinə baxan direktor müavini dedi ki, telefonda mənim bu işə nə aidiyyatım var. Mən niyə rəqəmsallaşma ilə məşğul olacağım? Adam vəzifəsini bilir. Kitabxanada tutaq ki, rəqəmsallaşma ilə hal-hazırda kitabxanada mövcud olan ədəbiyyatlarla məşğul olur. Burada problemə yanaşma biraz fərqli olmalıdır. Buyurun Elçin müəllim. Çünki əgər ensiklopediyanı hazırlayan təsisat varsa, ensiklopediyanın elektron versiyasında onlar hazırlamalıdırlar, onlar yerləşdirməlidirlər. Yəni və yaxud Tarix İnstitutu deməli konkret olaraq Azərbaycan tarixi ilə bağlı hansısa bir məqalə hazırlayırsa, hansısa bir kitab nəşr olunursa, onun da eyni zamanda elektron versiyası ilə onlar məşğul olmalıdır. Yəni peşəkar işlə peşəkarlar məşğul olmalıdır. Əks təqdirdə qeyri-peşəkar mənzərə çıxacaq və bu da son nəticədə milli maraqlarımıza zidd müəyyən fəaliyyətin ortaya çıxmasına zəmin yaradacaq. Bu baxımdan da konkret olaraq bu gün hər kəs başa düşməlidir ki,
onun kağız daşıyıcıda yarattığı hər hansı bir informasiya sadəcə olaraq 5-10 nəfər üçündür və bu əgər kütləvi şəkildə prosesi irəliyə doğru aparmaq istəyirsə, birinci növbədə dövlətin siyasətinə uyğun olaraq həmin o resursları elektronlaşmalıdır və hər kəsə əlçatanlığını təmin etməlidir. Əlçatanlıq təmin olunacaqsa, qənaətimə görə digər problemlər də həll olacaq. Yəni qoşa qanat kitabı buraxmaq yox, informasiyaları, məlumatları rəqəmsallaşdırmaq lazımdır. Tamam, öyle doğru. Və belə bir sual. Elçin müəllim və bizim nisbətən gənc Qədir Quliyevə bu sualı verəcəm. Elçin Əliyev və Qədir Quliyev. Sizə nə qədər əmək haqqı verilsə, siz sərasər Wikipedia ilə sərf edə bilərsiniz vaxtınızı. Biz əmək haqqı verilməsə də yenə də Yox, o biraz ictimai əsaslara mən artıq inanmıram da. Yəni mən ciddi iş kimi baxmaq. Nə qədər əmək haqqı verilsin? Əgər bizə o resurslar verilsə, biz 20 illərdir orada işləyiriksə, mən bilirəm sizin fədakarlığınıza hörmətlə yanaşıram. Siz olmayın da gənc bir mütəxəssis nə qədər əmək haqqı alsa bu işi görə bilər. Onu həmin gənc mütəxəssisdən soruşsaq təxminən. Yaxşı, siz deyin. Ümumi olaraq belə deyim. 3 ildir fəaliyyət göstərirəm. 3 il ərzində hər hansısa bir maddi nə gözləntim olmayıb. Anladım. Amma ki, belə deyək. Məsələn, Özbəkistanda, Özbəkistan Wikipediasında hər il ərzində müəyyən mükafatlar olunur. Müəyyən İyanə kimi. Aha. Wikipediaçılar seçilir. Məsələn, fəal Wikipediaçılara mükafatlar olunur və yaxud da ki, hər hansı bir kriteriyalar üzrə seçilir. Bu bizdə də tətbiq olunsa, məncə Wikipediaçılar üçün həm motivasiya olar. Mənim üçün əmək haqqı ehtiyac yoxdur. Mənim üçün motivasiya olsa, məsələn, əslində motivasiya var bu dəqiqədə. Amma nədir sizin motivasiyanız? Motivasiyam odur ki, Azərbaycan Wikipediasında fəaliyyət göstərmək. Bu mənim üçün böyük bir motivasiyadır ki, hər hansısa bir Amma bu böyük motivasiyanın yanında bir pul zərfi də olsaydı daha yaxşı olardı. Belə deyim, pul zərfi deyəndə mükafat olsa daha yaxşı olur. Məsələn, nə qədər? Mən bilərəkdən soruşuram. Təxminən. Özbəkistanda nə qədər verirlər? Mükafatın məncə dəyəri olmaz. Mükafat motivasiya üçündürsə, yəni onun miqdarı məncə önəmli deyil. Özbəkistanda kompüter verirlər. Notebook verilir. 200 məqaləsi olandan notebook verirlər. Bəs 300 olana? Onu da yəqin ki, əlavə nələrsə verir. Yəni bir dənə notebook verməzlər də, yəqin ayrı şey verirlər. Mən başqa şey demək istəyirəm. Pul ayrılıb. İnformasiya var idi. Pul gedib. O pullara hər şey alınıb. Ortada başqa şey gedir, başqa oyunlar gedir. Aydın məsələdir. Aydın məsələdir ki, burada əsas informasiya müharibəsi gedir və hər kəsin, hər bir orada istifadəçinin arxasında müəyyən qruplar var, çoxunun. Məsələn, çoxu deyir ki, mən könüllü fəaliyyət bilirsiniz necədir? Burada Azərbaycanın arxasında niyə heç kim yoxdur? Azərbaycan elminin, Azərbaycan həqiqətlərinin arxasında niyə heç kim yoxdur? Azərbaycan dövləti var, təbii ki, amma o dövlətin də ayırdığı resursları, vəsaitləri Ramiz Mehdiyevin evindən çıxır. İstiqamətə yönəltmək lazımdır. Düşünürəm ki, baş verənlər əslində nəticə çıxartmaq üçün də bir faktdır. Yəni, prinsip etibarilə burada bir neçə istiqamətdə Elçin bəy dövlətə xəyanətdən söhbət gedir. Yəni, haqlısınız. Geosiyasi aspektdən, siyasi aspektdən və elmi, mədəni, tarixi aspektdən Azərbaycan xalqına olan xəyanətdən söhbət gedir ki, onun da mənzərəsi göz qabağındadır və bütün bu xəyanət yolunu seçənlərin də aqibəti belə olacaq. Sözsüz. Amma bu olana qədər də bizə dəyən deyir. Ömürləri və taliləri aldılar. İnsanları məhv elədilər. Siyasi karyerasını məhv etdilər. Mənəvi cəhətdən sındırdılar. Nələr eləmədilər ki? Vəzifədə olanda və yaxud da heç vəzifədə olmasın, xaricdəkilərin hesabına o buradan pul ötürərək danışdırdıqlarının hesabına hansı işləri görmədilər ki. Amma yenə də biz yaxşı günə ümid edirik və bu yaxşı gün gələcəyini düşünürük. Wikipedia ilə bağlı da ümidlərimiz belədir. Mənim düşüncəm belədir. Birincisi, təcili olaraq bu mükafatlandırma məsələsində hamımız qeyri-hökumət təşkilatları, hökumət təşkilatları, internet forumlar, nazirlik və s. səfərbər olub, ildə bir 10-15 nominasiya ilə biz Wikipedia könüllülərini həvəsləndirə bilərik. Bu birincisi. İkincisi, təcili bütün mənbələrimiz elektronlaşdırılmalıdır. Etməyənlər cəzalanmalıdır və daha pis cəzalanmalıdır. Kabinetlərindən və evlərindən çıxanlar da göstərilməlidir. Mən əminəm ki, onlardan da az şeylər çıxmayacaqdır. Və nəhayət üçüncüsü, siyasi iradə var. Azərbaycan prezidenti bir müddət öncə akademiyanın 80 illiyində bu çıxışında hər şey detallı dedi. Azərbaycan elmində
bu sahədə iş aparan, zəhməti çəkən alimlər də var. İndi qalır bir dənə mərhələ. Bunu bura həyata keçirtmək. Bax, bunu eləyəcək adam mı? Yoxdur. Adam da var. Maaş da alır. Pul da verilir, amma eləmir. Və hərdən yadıma, amma hərdən yox, son vaxtlar daha tez-tez yadıma Üzeyir bəyin Biz nə tövür iş görürük məqaləsi düşür. Gəlin biz o tövür işlər görməyək. Görüşərik.